Salam əziz dostlar, şəxsi əşyalar verilişi yenə efirdədir. Bugün mənim çox gözəl bir qonağım var. Görkəmli yazıcı, şair, tərcüməçi Seyran Səxavət. Seyran, xoş gördük. Hoş gördük. Təbii ki, təqdimata ehtiyac yoxdur. Seyran mənim adı artıq kifayət eləyir. Seyran mənim, uzun zamandır biz danışırıq, nəhayət ki biz görüşdük. İçəri şəhərdə, belə bir mühitdə, Caz Bakuda. Siz tək mənim üçün yox, bilirsiniz ki, bizim ailənin doğma əziz insansınız. Sağ olun. Mən istəyirəm ki, dərhal mövzuya keçək və bizim ənənəvi sualımız var ki, bunu hamıya veririk. İlk şəxsi əşyanız yadınıza gəlir. İlk şəxsi əşyam yadıma gəlir. O iş yaddan çıxar ki, ilk şəxsi əşyam üstəkərli velosipedidir. Balaca. O da aldılar, rayon mərkəzindən gətirdilər və oturan kimi sındı. Elə bir belim sınmışdı onda, inanırsan. O samakat kimi olan deyirsiniz də tək. Hə, üstəkərli velosiped. Tapılmayan vaxtı və o da sındı. Tapılmayan vaxt bütün kənd gəlib velosipedə baxırdı. İndiki kimi deyildik. Hə, yadımdadır, velosiped. Bu neçə yaşınız olub? Orada bir 7 yaş, 8 yaş. Aha. Onda yəni məhəllədə bütün uşaqlarda var idi onlar, yoxsa? Hə, yox, sən də uşaqlara mən başa sardım ki, bax bunu minirsən, gelirsən, mindik və nəsə sındı. Maraqlıdır. Bax, bizim qonaqlardan, məsəl üçün, əşya gətirən olub, amma Seyran mənim qədər əşyası olmayıb. Mən birinci dəfə görürəm ki, o qədər əşya var, bu tərəfdə də var, burada da var. Seyran mənim, bax, elə bu kitabı gördüm və bax da qeyd edərsiniz ki, bu kitab sizin ilk kitabınız olub, eləmi? Universitetdə axırıncı kursda oxuyanda. Neçənci il? 70-ci il. 55 yaşı var o kitabın, səndən böyükdür o kitab. Kitab məndən də yaşda böyükdür. Mən 43 olacağam, amma 55 il. Özdə, deməli, adalar. Və burada şeirlərdir. Şeirlərdir də maraqlıdır. Seyran, bunun təqdimatı olub. O vaxt təqdimat zad olmur da, o vaxt yaxşı amma pul verirlər. Bax, o kitaba, o vaxt 1200 manat pul aldım. 5-ci kursda oxuyordum. Dərsi zad atdım, çıxdım, getdim Moskvaya. Müsəlmana pul vermək olmaz axı, o saat dərsi zad... O da böyük pul idi, o var. Böyük pul oluyor, çox böyük. Seyran, o bir də burada indi demişsiniz ki, hansısa kitabı satışında, nə bilim, Qaz 24 aldınız, bilməm, evdə alınıb, yoxsa Moskvaya getmişsiniz o pulla. Belə bir şey olub. Yəni o pula, kitabın puluna. Daş Evlər romanı, mənim ilk romanım çox populyar, 100.000 tirajla getdi. Bəli. 1 manat 20 köpük qiyməti idi. 120.000 pul eləyir. O vaxt uzaq başı onun 3-4 min mətbəə xərci vardı. Bir 22.000 mənə verdilər. Bir 100.000 də Şura hökuməti qoydu cibinə. Şura hökumət də razı qaldı, Seyran Səxavət də razı qaldı. Deyim ki, o dövrün belə deyirlər, kişi maşını, elə də, Qaz 24. Qaz 24-dür. Məsələn, ona deməli, o Qaz 24, 2 dənə Qaz 24 almaq olardı o pula. Yəni, olub, bəli. O vaxt kitabla belə dolanmaq olur. Amma siz almadınız da, siz bu pulu götürüb getdiniz, xərcləriniz Moskvaya. Yox, indi nəsə da, maşın, mən maşın... Amma maşınınız olub da? Olub, mənim həmişə maşınım var. Seyran mənim, bax burada indi mən fikirləşdim, birinci qoy əşyalara toxunaq, sonra suallara keçərik. Məsələn, bax bu, deməli, mən bunu konyak qabı bilirdim. Köhnə filmlərdə görmüşəm, belə Amerika filmlərində də var, o kaboylar silləri, illəri. Bunun qədəhləri də var. Bunun neçə yaşı var, Seyran mənim? Bunun ümumiyyətcə yaşı rejisserin yaşı qədərdir. Amma bunu mənə Amerikadan bacı oğlum göndərib. O San Fransisko'da yaşayır. Yəni məndə bu hamısı da 3-4 ildir. Amma məndə ondan qabaq olub bir zabit, Rus zabiti bağışlamışdı gümüşdən. O qəfil yoxa çıxdı. Sonra bu gəldi. Bu yaxşı şeydir. Bu yəni bu yola zada gedəndə, eləyəndə elə pasport kimi cibindən çıxarırsan, elə ki pasportu açırsan içindən konyak süzülür. Belə bir şey. Yəni bunun konyakını elə bir şey itən kimi başqa əlavə edirsiniz, hədə özünün ağızlığı da var. Ağızlığı da var. Onun qədəhidir ki, birdən yol yoldaşı ola bilər. 2 qədəhdir, 2 qədək. 2 qədəhdir. Bəli, bəli. Baxın. Buna çox baş qoşmayı. Bu belə. Bu bizim buna toxunduq.
Və burada biz görürük müxtəlif əşyalar. Nədən başlayaq, ay Seyran müəllim? Məsəl üçün Eyfeli götürək. Ha, götürək Eyfeli. Eyfel. Bax, o Eyfel qülləsi 35 ildir məndədir. Onun 35 yaşı var. Fransadan gəlib bir 90-cı ildə Parijdən elə Eyfel qülləsinin özündən almışam. Orada da restoran var. Bizim bələdçimiz vardı. Çar generalının oğlu. Markeviç. Bəli. O bana orada bizə bir informasiya verdi. Biz 4 nəfərdik. Biri Fuad Əliyev həkimdir. Heydər Əliyeviçin həkimi oldu. Bəli, bəli, bəli. Sonra Elxan Məmmədov, Azərbaycan Assosiasiyasının prezidenti. SSR-də ilk assosiasiyaydı o vaxt. Bir də mənim uşaqlıq dostum, dünyanın 5-10 alimindən biri akademik Hətəm Quliyev. Və deməli bizə orada o vida banket verdilər fransızlar, fransız dostlarımız Parisdə. Həmin o Markeviç bizim gid, bələdçimiz. Bəli. Orada çox qəribə bir informasiya verdi. Dedi ki, bax bu Eyfel qülləsindən 364 nəfər özünü atıb. Çıxıb onun başından özünü atıb yerə. İntihar ediblər. Dedim, niyə? Dedilər, tarixə düşmək üçün. Mən onda elə şübhələndim ki, dəsən bəşəriyyətin başı yavaş-yavaş xarab olur. Eyfel qülləsindən başına çıxmısan, orada Pariji seyr elə də. Oradan o qüllədən, o yüksəklikdən Pariji seyr elə, keyf elə də. Özünü atsan tarixə düşmək üçün. Sonra da bir maraqlı da şey oldu. Deməli, dedim ki, bu 364 nəfər içində müsəlman var, dedi, bir müsəlman da olmayıb. Sonra dedilər ki, müsəlmanlar nə bilim ağlı yoxdur, falan yox. Hamısı Avropalılar, o Xristianlar, Pravoslavlar, Katoliklər. 364 nəfər. Yəni bunun elə bir, mənim üçün bir tarixi var. Tarixi var, bəli. Sonra bax, bu medal da mən 90-cı ildə Londondaydım. Yine həmən tərkibdə 4 nəfər. Biz orada xeyli işlərdə gördük o pis vaxtlarda Azərbaycanda. Onu uzatmaq istəmirəm. Və bu medalı orada bizim hərəmizə bir dənə təqdim elədilər. Bu medalı. Londonda. 94-cü il. 90-cı il. Bəli. Bu da belə. Sonra Təsbih var orada. Təsbihi də mən ömrümdə təsbih çevirməmişəm heç vaxt. Xoşlamıram. Təsbih özün ola bilər xoşlayıram, amma onu çevirməyi xoşlamıram. Heç çevirənləri də o qədər xoşlamıram. Onu elə bir şəxs bağışladı mənə ki, götürdüm. Və onun şərəfinə çevirmək olar. Çevirmək olar, Sonra bax, Milli bu da simvollar var. Qubatıdan bir gənc yazıcı var, Şəfaqət. Bunu o mənə bağışlayır. Şəfaqət tanıyıram, bəli. Sonra Bax, bu nədir? bu qoz sındırandır. Deyərsən, bunu nə gətirmişsən? Bunun mənası var. Aha. Bunu gətirməklə sənin efirin vasitəsilə o yekəbaş bəzi məmurlara demək istəyirəm ki, bədbaxtlar, millətin başında qoz sındırmayın deyə hazır qoz sındıran var. Alın, sındırın da. Çox gözəl bir mesaj. Başa düşdün, bax. Bəli, bəli. Sonra, bax, bu mənim sənədlərimdir burada. Osmanlı. Nə bilim də, müxtəlif sənədlərdir. Bu əşyaların içində ən çox hürmət elədiyim budur. Çünki burada pul olur. Nə vaxtsa onu itirməmisiniz? Bunu yox, adam bunu itirər. Adam özünü itirər, pulunu bunu itirməz. Nə gözəl. Böyle. Sonra canım sənə desin, bax bu İtalyadan, Roma'dan gəlib. Roma'dan gəlib. Nəysə gördüm orada, onu xoşum gəldi. Bunların belə, elə bir ki, məsələn, bunlara baxdım, elə bir ki, bəşəriyyəti belə görmək istəyirsən. Mehriban, belə. Mehriban, çiyin-çiyinə. Gözəldir, elə mi qaqa? Bu da Roma'dan, İtalyadan gəlib. Canım sənə desin. Sonra bu ay sağ ol. Bu da deməli qələmdir. Üstünə də yazılıb Seyran Səxavət. Nə gözəl. Deməli, Asim, mən cavan vaxtı, yeniyetmə vaxtı. Özümdən heç olmasa 15-20 yaş böyüklərlə oturub dururdum. Orta yaşda gələndən sonra başladım cavanlarla oturub durmağa. İndi mən artıq
belə deyək, mümkünsə görkəmə itibarilə qoca sayılıram da, elə deyil. İndi isə yeniyetmələrlə, cavan uşaqlarla, lap uşaqlarla oturub dururam. Mənim Məyrəkəndə bir qonşum var. Bəli. Hə, kök oğlandı belə, yaxşı uşaqdır. Çox istiqanlı bir uşaqdır. Onunla dostam, hə, Ələddin. Bunu o bağışlayıb, mətndə yazıb ki, qələm vermək məndən, qələmlə möcüzə göstərmək sizdən. Çox gözəl. Belə bir ağır şərtinə, Çox gözəl. məsuliyyətli bir şərtinə. Bu da yenə qələmdir. Yazıb tüfənglə, tapanca ilə gəlməsəm, Qələmlə gələrəm. tüfəngimiz, tapancamız budur. Bunu niyə ikisini də gətirdim? İndi qaqaş göstərər, bu pero iləndir, pero. Bəli, bəli, bəli. Bu çermirlə işləyir. Deməli, biz həmişə babalarımız lələ ilə yazıb, lələ ilə. Sonra belə qələm olub, çermirlə də. Mən ömür boyu o makina çıxdı. Bəli. Hətta mənim qardaşım Alman istehsalı olan makina aldı. Mən onda yazmadım. İndi kompüter çıxdı. Mən kompüterdə yazmıram. Əlimlə yazıram. Və bu mənə çox doğmadır. Bildin? Bəli. İndi məsələn, indi bir söz deyim sənə. Sən də bizim adamsan, mənə belə götürəndə. Deməli, biz yazıçıları nə deyirik? Birimizdə deyirik, mənim qələm yoldaşımdır. İndi nə deməliyik? İndi deməliyik ki, bu mənim kompüter yoldaşımdır. Çünki kompüterdə yazırıq. Düzdür. Qələm yoldaşı daha gözəl səslənir. Bəli, bu da o xəttindən gəlib çıxıb bura. Bu şəkil mənə maraqlı gəldi. Bax, bu şəkil, qaqaş göstərsin. Seyran mənim burada xanəndə obrazındadır da, belə deyək. Əməkdar artist Mahmuddur da, məşhur Tarzan. Bəli, Hə. bəli. İndi Əliyarlı, soyadı yazılıb bura, Tarzan, Mahmud. Mahmud, məşhur Mahmud Bəli, tanımışdır. bəli. Deməli, bu mənim 60 illik yubileyimdə çəkilib. 60 illik yubileyimdə çəkilib. Bu, o məclisdə Dədə Süleyman iştirak edirdi. Bəli. 60 nəfər qonağım vardı. Hər ilə bir nəfər çağırmışdım. Sonra xalq artisti Qəndab Quliyeva. Bəli. Onların qarşısında sən məndə uşaqda cəsarət deyil, uşaqda üzə bax ki, onların qarşısında öz yubileyimdə Mirzə Hüseyin Seygahı oxumuşam. Dəstgah, tamam dəstgah. Seyran mənim, onun görüntüləri var, yoxsa o ad günündə, yəni oxuduğunuzu çəkməyiblər? Var, haradasa var və evdə olmalıdır, qarışıq bilmirəm. Var. Maraqlı olardı. Mirzə Hüseyin Seygah. Mənim qəşəng səsim olur. İndi səsim Göyçərlilərin, İmişlilərin səsinə oxşuyur. Qəşəng səsim olur, sonra problem yarandı. Sonra da nə qaldı? Mən bilən heç nə qalmadı. Burada, sizin çantanız var idi. Bir də, bax, bu çanta mənim əl çantamdır. Elə bil ki, bu çanta, Bu kaşalot. bax, bunun anasıdır. Ana baladılar. Başa düşdüm. Bunu mənə həmin o Amerikada yaşayan bacıma olur. Hələ vaxtı ilə İsraildə yaşayırdı. O gözü belə olan yer var. Udmurtiyada. Bəli. O maral dərisidir. Aha. Başa düşdüm. Maral dərisindən çox lazım. Bunun içinə nə desən sığışır. Nə desən sığmaz. Və neçə ildir sizdədir da bu? Və hə, bunun bəlkə bir nə bilim bir aşağısı bir 35-40 yaşı var. İndi bu hansısa gözəl bir maralın dərisi. Dərisi olur. Hə, bu da belə. Əşyaların hələ belə Bir qismidir hələ burada. Bir kamazda evdə var. Bu çanta ilə indi də istifadə edirsiniz. Məsələn, yazıçılar bilinə gələndə İşə gələndə götürülür. Götürürsünüz. Lazım olanda götürülmüş. kitab, qəzet, müəyyən şeylər. Bəli. Seyran mənim, deməli, indi təbii ki, tamaşaçılar bilir ki, siz Füzulidənsiniz, amma hər halda uşaqlığınız yağlı vəhddə keçib, düzdürmü? Müəyyən yeniyetməyə çalışır. 19 il, bəli. O dövr necə idi? Uşaqlıq necə olub? O kəndin o dövrü necə olub? Bizə bir təəssürat maraqlı olardı. Valla kəndin o dövrü belə olub ki, mən bizim o kənddəki bəzi şeyləri getdim Avropa ölkələrinin paytaxtında gördüm. Maraqlıdır. Məsələn, ta ki Londonda hasar yox, Bakıdakı kimi çəpər yox, plan yox, məhmən yox. Bəli. Bizdə 4-5 cür hasar var da, daş hasar var, qarqudan hasar var, qaratikan kolundan hasar var.
Bəli. Bir də xəndək qazırlar ki, bu da bir hasardır. Evet. Məsələn, bizim kənddə heç vaxt qapıları da bağlamırdılar. Yəni kilidlə, açarla bağlamırdılar. Qıfıllamırlar. Qıfıllamırdılar, çəkib bağlayırdılar. Toz torpaq, heyvan zət girməsin. Amma heç kəsin qapısı deməli bağlı olmurdu. Məsələn, bir uzaq olsun, kimsə rəhmətə gedəndə ev yiyəsi heç nə eləmirdi. Hamısını kənd yığışıb edir. Qəbiri qazmağa qədər. Toyda da ki, gönə elə. Gör necə qonşular mehriban olur. Qonşu yox, bütün kəndə kişi. Öyle toya orada dəvətnamə zəd yoxdur. Bir zırna çalan Həsənqulu vardı. Çıxırdı orta alın başına ya da Qaraqüzeyin təpəsinə, bizim kəndin yer adlarıdır. Orada qara zurnanı çalırdı, bilirlər ki, kətdə toydu. Kətdə də biri bildi, hamıya yayılırdı. Hamı gəlirdi toya, hamı. Yəni kənd o vaxt bəşəriyyət üçün çox nümunəvi bir əxlaqi maket idi. Başa düşürsən? Mən də o kətdən çıxmışam. Bizim kətdə, deməli, mənim kitablarımda tərcümə halim çox qısa olaraq belə gedir ki, mən Seyran, Allah bəndəsi Seyran Səxavət, Quzey Azərbaycanın Qarabağ bölgəsinin, Qarabulaq, indiki Füzuli rayonunun, Yağlıbənd kəndinin, Koxalı obasının, Muradxanlı məhəlləsinin, qəbirstanlıqla üzbəyiz evində görsən 7 mərtəbə mənim ünvanım var. Dünyaya gəlmişəm. Yəni kənd, indi kənd var, indi kənd var ki, orada 1000 ev var, o 1000 evdə bir nəfər yaşayır ya 5 nəfər yaşayır. Evet. Kəndimiz boşalmalar, kənd boşalanda pis olur. Kəndi güclü olmayan ölkənin gələcəyi şübhəli ola bilər. Bildin mi mənim əzizim? Kəndin hamısı da gəlib Bakıda. Kənd hamısı gəlir paytaxta. Selam, o dövrdə o kənddən çıxan başqa bir yazıcı olubmu belə bir adam? Yox, o dövrdə məndən qabaq bir Qəzəlxan olub. Sonra mən olmuşam. Məndən də sonra bir Elşad Ərşədoğlu var. İndi Mədəniyyət Nazirliyində işləyir. Məsələn, onun 2 misrası var, çox xoşuma gəlir. Yəni Buyurun, maraqlıdır. Deyir ki, bu itləri kim buraxıb adamlar quduran yerə? Vay, söz olmadı. Belə bir şairdir. Sonra bizim də kənddən, elə bizim öz tayfamız, biz Muradxanlı tayfasıyıq. Bizim tayfada hamının səsi var. Hamı oxuya bilir. Oxuya bilir. Ümumiyyətlə Qarabağ bölgəsi belədir də. Bilmirəm, Qarabağ haqqında küll deyənmərəm, amma bizim öz Muradxanlı tayfamız hamısı oxuyurdu, amma bir nəfər xanəndəmiz vardı, Əvəz əmi. Əvəz Muradov, Bahar Muradovanın atası. Sonra buxaltırımız vardı, həkim, doktorumuz vardı, birinci katibimiz vardı. Nə bilim, Bahar xanım gəldi, Milli Məclisin sədr müavininə qədər. Yəni belə Qarabağın ən varlı 2-3 kəndindən biri olub. Çünki elə bir müharibənin acığına 5 il bizim kənd dəmiyə, taxıl, əmək gününə müharibəyə qədər bir əmək gününə 5 kilo buğda bölünmüşdür əşə. Müharibə vaxtı 5 il müharibə qutarına qədər bir əmək gününə 45-50 kilo buğda bölünür. Və buğdanın isə Naxçıvandan, bütün Aran rayonlarından, başqa dağ rayonlarından gəlib orada məsələn bir xurcun, bir çuval alıb aparır. Böyük göstərici daha mı? Bəli, çox. Selam, mən yazmaq ehtiyacı bu neçə yaşınızda yaranıb? Mən yazmağa başlamışam 9 yaşından, 3-cü sinifdən. Adam onu xatırlaya bilmir ha, nətər oldu. Necə oldu? Amma bir də görsən, yazıb tutarmışsan. Nə bilim, görmədiyim yerlərdə mənasız şeylər yazırdım. Qızıl Meydan, nə bilim, Leylim Baba, belə şeylər. Hətta redaksiya yapardım, bizdə Araz qəzeti çıxırdı. Redaktör dedi, abala, sonra xam torpaqlardan, Qazaxıstan. Dedi, Moskvanı görmüsən, deyirəm, yox. Deyirəm, bəs Yağlıbəndi görmüsən, deyirəm, kəndimdir də. Deyir, git gördüyündən yaz. Moskvada nə işin var? Belə bir, gözəl bir redaktorumuz vardı, Feyruz Atakişev, Allah rəhmət edin. Allah rəhmət edin. Yəni elə nə gəlirdi, yazırdım. O yazdığınızı o zaman, yəni yazan kimi valideynlərinizə göstərmişsiniz ki, mən belə Yox, bir dənə Savalan müəllim vardı, sonra partiya işçisi oldu. O məktəb direktoruydu, çox ciddi adamıdır, ədəbiyyat müəllimi idi. Ona göstərdim, o da belə yazdı, hörmətli şagird,
sən yaxşı ki, belə işlə məşğulsan, amma belə çıxdı ki, bədii cəhətdən zəifdir. Mən də bilmirəm bədii cəhət nədir. Dedim, Savalan müəllim, bədii cəhət nədir? Dedi, yer git buradan. Amma mən yazdıqlarımı mürəkkəbi qurumamış göndərirdim Yazıçılar İttifaqına. Yazıçılar İttifaqından da bana böyük konvertdə məktub gəlirdi. Siz cavansınız ya görməmişsiniz. O vaxt məktublar üçkünc olurdu. Konversiyada olmurdu. Amma Yazıçılar İttifaqının firma konvertində bizim bir paştalyonumuz vardı. Onun oğlu da məndən oxuyurdu. Bilmirdilər bu nədir də ki, əskərin oğluna nə boyda konvertdə məktub gəlir. 3-cü, 4-cü sinifdə oxuyan uşağı. Amma açırdım, orada da Savalan müəllim dediyin yazırdı ki, hörmətli Seyran Xanlarov o vaxt. Yazınızda oxuduq, bədii cəhətdən zəif olduğuna görə çap edəmədik. Amma özümü dağıtırdım ki, o cür konvert ancaq mənə gəlirdi. Yəni konvertin çox adamda yanırdı ki, niyə buna gəlir bizə, uşağa niyə gəlmir? Məsələn, o paştalyon həmişə verəndə oğlun adını çəkirdi, mən çəkmək istəmirəm. Deyirdi, ala, oğlun adını deyirdi, onun boyun yerə soxum, yəni ona niyə məktub? Ona niyə gəlmir? Yəni məktubun da içində qara xəbər olurdu. Yəni, içi məni yandırdı, çölüdə özgələri, bax belə. Amma o həm də stimul verir adama, nəsə gəlir, adam ürəklənir. O vaxt hörmətli adamı demək, düzdür, içində qara xəbər idi, bayaq dediyim kimi. Amma konvert var axı. Əlbəttə ki, hamıya gəlmir. Bir dəfə də o paştalyon mənə dedi ki, yenə, ala gör buradan, aç görmə burada sana nə yazıblar. Bax, bunu mən Qaçaqaç romanımda da yazmışam. Deməli, açdım, mən də bilirdim də, uşaqda olsam hiss edirdim ki, bu bir qısqanclıqla yanaşır mənə. Açdım, dedim, özümdən mətn uydurdum. Amma orada yenə qara xəbər idi. Həmən şey təkrar olur. Mən özümdən mətn uydurdum ki, hörmətli Seyran Xanlarov, sənin böyük gələcəyin var, nöqtə. Sənin də Səməd kimi Pabedan olacaq, Pabeda maşını. Bakıya gələndə gəl məni tap, səni özüm düzəldəcəm instituta. Hörmətlə Mirzə İbrahimov. Oy. Seyran bəy, bu hazır cavabı necə olub sizdə? Bilmirəm də, dedim, kişini elə bir qapqara qaraldı ki, Mirzə İbrahimov bu əsgərin gədəsi ilə, gədə deyirlər və o hara bu hara, yəni özümdən uydurdum. Amma qəribədir ki, deməli mən üzr istəyirəm, Allah Mirzə müəllimə rəhmət eləsin, nəhəng şəxsiyyətidir. Mirzə İbrahimov böyük də yazıcıydı. Elə oldu ki, mən əskərlikdən gələndən sonra zabit kimi qulluq elədim. Əfqanlarla işlədim. Gündə 6 saat sinxron tərcümə edirdim. Rusdan Əfqana, Əfqandan Rusa. Elə oldu ki, oranı qutardım, gəldim, iş tapa bilmirdim. Məni Ədəbiyyat İncəsənət qəzetinə Mirzə İbrahimovun göstərişi ilə, qərbədir, nitqimə gəlib, ağlıma gəlib, sonra da başıma gəldi. Bu da bir mesaj deyil, subliminal mesaj. Möhtəşəm bir şeydir. Bu kosmik bir möhtəşəmlikdir, bu səmavi bir şeydir. Bu yerlikdir. Çox qəribə bir şeydir. Mənə görə ən maraqlı məqamlardan biridir Seyran bəy. Bəli. Seyran bəy, müsahibələrinizin birində duyğu materialı sözünə rast gəldim. Duyğu materialı. Necə? Çox maraqlı bir fikirdir. Elə şeylər var, ağıl materialıdır. Orada duyğu keçmir. Elə şey var, o duyğu materialıdır. Orada ağlın şəltəsi işləmir. O nədir? Deməli, məsələn, musiqi duyğu materialıdır. O deyirlər, bizim xalq artistlərdəki filan kəs muğamatı yaxşı bilir. Kökündən yanlış bir şeydir. Muğamatı bilmək qeyri-mümkündür. Mümkün deyil muğamat bilmək. Bilərsən, çargahda maya gəlir, sonra bəstəngər, sonra müxalif, sonra həsar müxalif, sonra mənsuriyə. Bu muğamat bilmək deyil. Bu adresi bilmək, ünvan bilmək kimi bir şey. Muğamat bilgi baş üçün deyil. Muğamat duyğu. O obyektdir, başa düşdün. Onunla bağlıdır, duyğu. Çox maraqlı ifadədir. Bəli. Seyran müəllim, 72 dil öyrənmək asandır, yoxsa bir qadının dilini tapmaq? Mənim o şeirimi deyirsən, yəqin sən. Məşhur şeirdir da. İlk məhəbbət, son məhəbbət deyir. Gedib 72 dil öyrənmişəm. Hələ tapmamışam dilini sənin. Əlbəttə 72 yox ola. 172 dil öyrənmək asandır. Nəinki yola gəlməyən bir qadın dilini tapmaq. Çünki dillerin fakültesi var.
universitetlər var. Amma eşitmisən, məsələn, filan boy buxunlu qadınlar üçün onlarla dil tapmaq fakültəsi eşitmisən. Yoxdur. Ona görə çətin məsələdir mənim qardaşım. Çox əla, çox qəşəng cavab idi. Və eyni zamanda da deyirsiniz ki, hərənin öz dilində danışmaq lazımdır. Bu da müsahibənizdəndir. Məncə bu çox dəqiq variantdır. Yox, hərəm bizən bu məşhur dillərlə bağlı İngilis dili, nə bilim, Çin dili, Avropa dilləri, Rus və Fars falan. Elə Azərbaycan dili. Bununla bağlı, bundan başqa, ta ki Azərbaycan dilini danışır da hamımız. Amma hər fərdin öz dili var. Bəli. Niyə? Məsələn, elə bir ki, mənim Vasimən işim keçir. Mən də hakimə deyirəm ki, hə, bu mənlə ağarım. Hakim deyir ki, ay eləməlim. Get, onun dilini tap. Bəli. Bir dəfə 5-6 akademik, bir 10-15 professor oturmuşduq bir yerdə, söhbət boşanmalardan düşdü. Yeri gəlmişkən Azərbaycan dili reanimasiya vəziyyətindədir. Bəli. Ölüm ayağındadır. Sizin məşhur ifadə. Mənə vəsiyyətim eləyib. Çünki biz başa düşmürük ki, cümlə qurmaq, dövlət qurmaq qədər çətindir. Başa düşürsən? Bunun məsuliyyətini dərk eləmirik. Qayıdıram o akademiklərin yanına, professorların. Yaman boşanma götürür, bu nətər olacaq falan. Hərə bir səbəb dedi. Biri dedi iqtisadi çətinlik, biri dedi evləri yoxdur, boşanma. Onlar da haqlılar. Mən də yenə qayıtdım ki, Azərbaycanın o boşanmaların 95%-nin səbəbi Azərbaycan dilinin reanimasiya vəziyyətində olmasıdır. Dedilər, ay Seyran, sən ağın çıxartmışsan, elə nə deyirik dilə bağırırsan. Dedim, bədbaxtlar. İki cavan yola getməyəndə, gənc ailə, ağsaqqallar nə deyir? Deyir, gedin dil tapın, dolanın, bala. İndi laf o dili tapdılar, dil özü reanimasiyadadır, vəsiyyət edir. O nə kömək edə biləcək? İndi bildiriz nə deyirəm, nəyə görə deyirəm, dil. Dil fərd olaraq Seyranı da, Vasifi də, qardaşımızı da, hakimi də dil tənzimləyir insanı. İnsanı dil tənzimləyirsə, deməli bütün bir xalqı dil tənzimləyir, düzdürmü? Bütün xalqı dil tənzimləyirsə, deməli bütün bəşəriyyəti dil tənzimləyir. Razısan? Mütləq şəkildə. Dil ən güclü silahdır. Atom nədir? Atom dilin yanında, atom dilin yanında dilin kiçiyidir. Atom bombası. Hidrogen bombası dilin kiçiyidir. Çünki dillə dersən ki, Vasif onu atmadı. Vasif də atom bombasını atmaz. Atom bombası olar bir torba sümük. Bir torba nə bilim şor. Düzdürmü? Bəli. Amma dil, görürsən dil nədir? Hətta bir ifadə var, dil yarası o güllə yarasından daha dərindir. Bəs nə? Məsələn, bax mən təxminən bir 25 ilə yaxındır ki, dilin bu vəziyyət düşməyini istəyirəmişəm və öz aləmimdə müharibə elan eləmişəm. Dilimizi bu vəziyyətə salanlara, birinci nömrəli dilimizi bu vəziyyətə salan bir nömrəli əcdaha dırnaq içində Azərbaycan televiziya məkanıdır. Mütləq. Belə? Dəqiq. Hə, Bəli. Azərbaycan televiziya məkanıdır. Mən deməli bununla bağlı əlaqədar, belə deyək də, təşkilatlarda, ay sonra baxmayaraq o birləşmədən xoşum gəlmir, məruzələr eləmişəm. Mətbuat Şurasında, Azərbaycan Yazıçılar Birliyində, Nəsim adına dilçiliyin üstündə Dövlət Dil Qurumu var. Evet. Onun nəzdində ləğv elədilər bu yaxınlarda. Monitorik qrupunda bir də Milli Məclisin Mədəniyyət Komitəsinə mən ərizə ilə müraciət eləmişdim ki, dilimizin vəziyyəti çox pisdir. Bir də deməli Mədəniyyət Komitəsi ilə Elmlər Akademiyasının birgə yığıncağında mən məruzə eləmişəm və o məruzə müzakirə olunub və müzakirə edənlər bu qərara gəlib ki, deməli dilin heç bir təhlükəsi yoxdur. Bizim dilimizin səsi BMT-dən gəlir. Dilin səsi BMT-dən bir var, bax Seyranın indiki səsi kimi gələr, bir var Cabbar Qaryağdı'nın səsi kimi gələr. Düz deyirəm. Görürəm ki, hiss eləmirlər dilin məhv olmağı. Təəssüflər olsun. Və mən şəxsən müraciət eləmişəm. Elə hakim qardaşım da, sən də fikriniz deyərsiniz sonra, buradan çıxandan sonra. Evet. Mən bir dənə şey düzəltmişəm, siyahı.
Bəli. Müharibə vaxtı, müharibədən qaçanları nə elan edirlər? Ferrari. Bəli. Mən də şəxsən müraciət etdiyim akademiklər var. Xalq yazıçıları, xalq şairləri var ki, dil ölür ay bədbəxt uşağı. Gəlin hayküy salaq, dövləti müdaxilə olsun, filan olsun, bəhmən olsun. Heç kəs yaxın durmur. İndi bir siyahı tutmuşam. İmza toplamaq. Yox, hər şey, nə imzaya? Siyahı tutmuşam, mən öz aləmimdə dilimizi bugünə salanlara qarşı müharibə elan eləmişəm. Və bu müharibədən qaçanları, akademikləri, xalq yazıçıları, xalq şairlərini Ferrari elan edəcəm. 22 nəfər var siyahımda. Onu çap etdirəcəm. İndi bəziləri artıq kürkünə birə düşüb, zəng edə ki, mənim adım var orada. Dedim, valla, çoxdan yazmışam, yadımdan çıxıb, bəlkə də var, belə bir şey. Artıq 22 Ferrari var. Var, 22 Ferrari nə alıdır? Onlar müharibə qaydası ilə onları mühakimə edəcək. Adlarını çap edəcək. Mən istəyirəm ki, biraz keçmişə qaydaq. Deməli, bu nüansa biraz toxunmaq istəyirəm. Seyran müəllim bilirəm ki, Göyçayla biraz bağlılığı olub, Göyçayda dostları falan çox olub. Və mən və qardaşım Göyçaylı olduğumuza görə istəyirəm ki, o biraz bu məqama toxunum. Həmin illərdə bildiyimə görə orada sizin Göyçaylı yaxın dostlarınız olub. Ağa adında. Sonra bax bizim publisist, jurnalist, məşhur Məzahir Əhmədoğlu da var. Buradan salamlayıram. Səhhətində problemlər var, Allah şəfasını versin. Onlarla vaxt necə tanış olduq? Bilirsiniz, mən universitetdə, mən çox belə istiqanlı adamam. Bəli. Yəqin bəlkə sən də hiss eləmişsən. Hiss eləməmsən, naxir hiss eləmişsən. Yox, hiss eləmişəm ki. Deməli, mənim talihim belə gətirib, bunu təşkil eləmək olmaz. Mənim talihim belə gətirib ki, dostlarımın hesə belə yarısı universitet illərində, orada möhkəm olaraq, yarısı Göyçaylılar olub, yarısı Naxçıvanlılar. Tam ayrı, fərqli bölgələr. Fərqli bölgələrdə, deməli, Naxçıvanda məndən oğlan oxuydu, Faiq Hacıyev, Türk mütərcim şöbəsini qutardı. Faiq Hacıyev, sonra KGB'nin polkovniki nə qədər getdi çıxdı. Bizim fakültədən götürürdülər KGB'yə. Onun vasitəsindən, Naxçıvandan möhtəşəm oğullar tanımışam. Get, gəl, xeyrə, şərə, belə. Bugünə qədər də davam edir. Bəli. Mən artıq 64, 61 ildir Faiqlə bir yerdəyəm. Maşallah. Əgər dostluğa görə, dostluq stajına görə pensiya verilsə, Azərbaycanda bəlkə də ən böyük pensiyanı təqaüdü mən alardım. Nəysə, Faiqə görə Naxçıvanlarla dostluğum, tanışdığım bir də Qaraoxtay var, Qaraoxtay, Göyçaylı. Əbülfəz Elçibəy də mühafizədə mavinidir. Onun da hesabına xeyli gözəl Göyçaylılar tanımışam. Belə bəyə o dediyim Məzahir müəllim. Məzahiri, sonra o ağanı, Ləzgi ağa deyirlər ona. Sonra Paşabala vardı. Paşabala deyir. Paşabala. Paşabala. Sonra sonralardan yenə həmən şeyin vasitəsilə o da KGB'də işləyirdi. Akif Mamedov. Bəli. Qardaşı da Tofiqdir, Dəyirman Tofiq, Qara Tofiq, Göyçayda. Bəli, bəli. Sonra xeylidir, indi hamısını yadıma sala bilmirəm. Yəni birisi nətərdir? Dost yaxşı şeydir, bunu hamı deyir. Amma məndən soruşanda ki, sən nətər oldu, birdən-birə gəldin, Seyran Səxavət oldun. Deyirəm, mən birdən-birə Seyran Səxavət olmamışım. Seyran Səxavət olunca bir 60 il vaxt gedib. Mən ətrafımda dostlarım olub. Mən onları sevə-sevə kişi olmuşam. Mən onları istəyə-istəyə kişi olmuşam, yazıcı olmuşam. Biraz ad-sad və hörmət qazanmışam. O belə bir fikir var, deyir, sevgi ilə məşğul olmaq yox, amma dostluqla məşğul olmaq lazımdır. Yəni dostluğa diqqət ayırmaq lazımdır. O dost əslində, indi qardaşdır, bacıdır, bunlar əzizdir, doğmadır. Bunu Allah verir. Dost sənin öz qazancındır. Öz qazancın daha şirin olur. Məsələn, mənim elə dostlarım olub, ilahi, onlar mənim yaradıcılığıma necə təsir edib. Zeynalov Əvəzoğlu, Məşədi Həmzə bəyin nəvəsi. Tuğ meşəsində Məşədi Həmzə bəyi General Duro gülləliyib. Ya Camal bəyin oğlu Adil Hacıyev. Onu oğrunun da qabağına çıxartmaq olardı. Banditin də Amerika senatorunun da. Səviyyə.
Hər cür. Nadir Cabbarov, tənqidçi. Bir Gülbudaq Qasımov vardı. Gözəl satirik şeirlər yazırdı, yaxşı qarmon çalırdı. Hacı Baba kimi oxumağı da vardı. Güneyşə kəndindən, Xızını. Yəni dostları, mən dostlarımdan, Allahımdan yaradığım qədər yazmışam. Bir dənə pis adama rast gəlməmişəm. Gözəl, gözəl. Gəzməmişəm, pis adam görməmişəm mən qardaş. Demək özünü möhkəm olub da. Elə bax bu Kenguru kitabı bax burada. Mən deməli Daş evləri oxuduqdan sonra bax bunu oxudum. Oxuya yolda. Gülürdüm, biraz təəccüblənirdim, biraz gözüm dolurdu. Yəni o qədər maraqlı ifadəli şəkildə. Baxanda bu xatirə memuarlar burada daha çoxdur da. Yəni o dostlarımızla olan məqamlar. Məsəl üçün burada deyir ki, Yusif Səmədoğlu ilə Moskvaya getmək, Səməd Vurğunun yubileyinə getmək. O bax orada gör nə qədər adam orada keçir. Bir dəfə mən Yusiflə işləmişəm 10 il. Dünyanın ən rahat adamıydı bu adam. Yusif Səmədoğlu. Dünyanın ən qeyri-adi 5, 7, ta 8-ə keçmərəm. Onun biri idi. Qətil günü bir dənə roman yazdı bütün SSR-də ilin ən yaxşı romanı mükafatını aldı. Bəli. Deməli mənə teleqrama gəlib. Məşhur imzadı Yamil Mustafin, Tatar yazısı. Mənim Moskvada və dünyanın ən böyük nəşriyyatlarından biri olan Sovetski Pisatelь nəşriyyatında kitabım çıxır. Priçajeniya. Telegram ondan gəldi, kitabımın redaktoru ki, Seyran Sroçni priyeżay, gərək qol çəkəsən ki, kitab çapa geçsin. Mən də Yusuf yoxdur. Bu da o qədər azadlıq verib ki. Adam qıymır da, onsuz da azadlıq verib. İstəmirsən ondan istifadə edəsən. Adamın kişiliyi yol vermir də, qeyrətin yol vermir. Mən tapamıyorum. Mən kimdən də soruşuram, deyirlər, Yusuf bizə lazım oldu, səndən soruşuruq. Biz nə bilək. Nəysə gördüm, yoxdur qardaş. Oturdum, təyyarəyə getdim. Getdim SSR İttifaqına, orada böyük restoran var. O vaxtıyla SSR İttifaqı 2. Aleksandrın malikənəsi olub. Biz onları bəyənməyə, o Çarlığı zadı. Onun at tövləsində Drujba Narodov jurnalı çıxırdı. At tövləsində. Bəli. Maraqlıdır. Bəli. Bizə də orada belə idi. Gedirdik, bronumuzu alırdıq Moskva mehmanxanasına. Sonra gedirdik işimizin dalınca. Dedim soyuqdur, bir su içim, canım qızsın. Bu içeri geldi, gördüm qağım o deyil. Yusuf Səmədoğlu oturub yuxarı başda, Məmidə xanım da yanında, bir də Azər Mustafazadə, bizim Azərbaycan ədəbiyyatı üzrə məsləhətçidir, SSR İttifaqında. Böyük ziyalıydı. Sonra burada Mərkəzi Komitədə şöbə müdürü oldu, Şəkinin katibizadə oldu. Axır Azərnəşrdə direktordu. Bir 3-4 il olar rəhmətə gedib. Qaqule, gəl, gəldim. Birdən belə gəldim, mən çatan kimi özünü ciddiləşdirdi. Dedi, mən oraları sana arxan olub gəlmişəm. Sən nə? Dedim, ay Yusuf mənim, Azərtifaq deyil, baza deyil, nə var orada kağız kimə lazımdır. Sonra qayıtdı ki, Azər, uşaq soyuqdan gəlib, mən deyir, buna bir 100 qram araq süz. Sonra deyir ki, nə yaxşı gəlmişsən, dedim, Yusuf mənim. Bəs mənə belə telegrama gəlib. Sizi Bakıda, redaksiyada, hər yerdə axılarını tapmadım. Axırda deyirlər ki, Moskvadasınız. Uçdum, gəldim Moskvaya ki, sizdən icazə alım. Gəlmir. Belə de, Azər görürsən də mən kimlə işləyirəm də. Olduğu kimi də yazılıb var. Olduğu kimi də yazmışam onu. Bir də orada bir məqam var, ayılma, nə qədər güldüm ona. Deməli, sonra gedirsiniz mehmanxanaya, Yusuf mənim yatmalıdır. Deyir ki, Seyran, birazdan Jenya gələcək. O gələndə mənə oyadarsan, siz də deyirsiniz, bu Jenya qadındır, yoxsa kişidir. Deyirsən, kişi olmalıdır. Jenya Yevgeniy Yevtushenko. Axırda qapını örtəndə deyir ki, Yevtushenko deyirəm. O da maraqlıdır. Və həmən gündə Yevtushenko ilə deyəsən görüşdünüz və... Görüşdük və şu Yusuf'un çox böyük hörməti vardı. İnanırsan deməli, o 2. Aleksandrın malikənəsi də SSR İttifaqında yerləşib, bayaq dedim. O başından bu başına bir hardasa bir 500-600 metr yol gedir də. Biz o idarələr, bütün respublikalar üzrə məsləhətçilər oturan yerdən çıxıb restorana gedincə hardasa uzağı 500 metr olardı. Sən inanırsan varsın, biz o yolu Yusuf'la bəzən 1 saata gedirdik. 500 metr. Bilsən niyə? Qadın, kişi, cavan,
Oy Yusuf Samedoviç atıldılar bunun üstüne. Arvatlar bunu böyle öpürdü, pörtürdü. Kıpkırmızı olurdu pamadadan. Gülücə məşhur. Kişiler çok inanırsan bu Yusuf büyük adamdı. Çok büyük. O bir də orada məsəl üçün qatarda olan səhnə çox maraqlıdır ki, o gəlir, bu gəlir, sonra bir xanım gəlir. Yusuf mənim adını elə bir Vaqif Səmədoğludur, biraz çaşdırır orada. Biz ondan çok yakın olmuşuq ve dost olmuşuq. Ve Yusuf özü o dünyanın hem en rahat adamlarından 7'sinden biriydi. Hem de onu hiç neyle tecrüblendirmeye olmazdı. Bir defa anar dedi, der ki, Yusuf'a derdi ki falan kes rahmete gitti. Tecrübeni böyle en yaxşı da der ki, balam niye rahmete gidip? Anar dedim, gitsen diye yok, gitmirəm. Yusuf öyle geri gitmirdik böyle. Derdi ki, gidek de hüzür yerine. Der, eyb yoxdur, mən öləndə o da gəlməz. O da gəlməz. Böyle bir şey ama benim atam, Allah ölenlerden atam rahmete gidende defnine de özünü çattırdı. Sonra 7'si bir de geldi intikam Qasımzadə ilə. Hətta orada bir məqam var. Deməli, hələ deyəsən dünyasını dəyişməmişdi atanız və o birinci otağa o girmişdi ki, mən girəcəm. Girib Biz Mehri'dən gəlirdik, Səməd ruhuna heykel qoyub qaydırdıq. O vaxtda mobil yoxsa yox, atamın da vəziyyəti ağır. Qardaşım yazıq axırı bu dəmir yol telefonu ilə Yusuf ilə danışıb, deyib vəziyyət bu. Gəldi, nəsə. Yəni evə gələndə gördüm evin qapısında 100 dənə, 200 dənə ayaqqabı var. Bildim ki, nəsə var. Mən içəri girmək istəyəndə sinəmdən, sən dağıdan. Girdi içəri, 3 dəqiqədən sonra çıxdı. Dedi, baban səni gözləyir, get, əlini qoy ürəyinə, qoy, rahatlaşsın. Əlimi qoydum, bax ürək, bax belə. O amplitudalar kimi azaldı və dayandı. Yusuf qəbristanlığa da getdi. Dəfn eləyəndə hamı yığışmışdı bunun başına. Elə bir ki, qəbristanlıqda Yusuf Səmədoğlu yaraçılıb. Özdə cəmaat ondan bir misra bizim kəntliyim oxumuşdu, yox, oxumamışdı. Səməd Ruğun sevgisi, Səməd Ruğun məhəbbəti, Səməd Ruğun istəyi. Selim, maraqlı məqamlardan biri də mənə ən xoşuma gələn, təsir edən məqamdır ki, siz Yusuf müəllim rəhmətə gedəndən sonra onun bir dəfə tək getmişsiniz, onun məzarından söhbət eləmişsiniz. Sanki o sizlə danışıb. Getdim ondan müsahibə aldım. Müsahibə aldım. Bu yenilik bir şeydir, bunu heç kim eləməyib mənimlə. Sən nətərdir? İndi başı, sən ağırlı olansan da, bir dəfə Fuat Polodov haqqında jurnalist mənə dedi ki, Fuat da mənim böyük dostum oldu ki, onu necə xatırlayırsınız? Dedim ki, mən heç bir xatirəm yoxdur. Dedim, necə onu söyləyəm, mən 50 il bir yerdə olmuşsunuz. Dedim, ay qız, sən başa düş. Mənim onunla bağlı heç bir xatirəm yoxdur. Xatirə ölən adamlar üçün olur. Mənim üçün diridir, xatirəyə çevrilməyib. Keçirsən. Çox maraqlı cavab. İndi Yusuf da mənim üçün heç vaxt xatirəyə çevrilməyib. Var ya adamlar baxışdan diri-diri gəzir, kələ kimidir. Xatirədən də ənə keçib gedib. Amma adam da var, 15 ildir üzürlü səbəbdən görüşə bilmişsiniz, yəni dünyasını dəyişib. Xatirəyə çevrilmir ki, çevrilir. Mən necə deyə bilərəm Yusuf? Yusuf elə biləm, bu saat buradan keçəcək, çiynində də foto aparatı. Dəyəcək, gözdə burada gəlirəm. Dedim, Maksuda dəyim, gəlim, Maksud İbrahim Bey. O qədər canlı. Çox təsirlidir, ona görə mən fikirləşirəm ki, Kenguru kitabını, hətta mən bunu metroda oxuyanda belə, gördüm bir cütlük oturub və o xanım görüm boylanır ki, bu nə oxuyur. Və mən də bir gözüm ondadır da, görürəm ki, xanım telefona çıxartdı və Kenguru, Seyran Səxavət yazdı ki, mən bunu oğlana deyir ki, gedim araşdırım, görüm bu oğlan nə oxuyur beləsə, maraqla. Və əminəm ki, bu kitabı yəqin ki, o da oxuyur. Çünki bu kitabda əsl həyat elementləri var. Həyat elementləri var. Mən istəyirəm ki, Seyran müəllim, bizim söhbətlər çox genişdir əslində və ən vacib məqamlara keçmək istəyirəm və istəyirəm ki, siz öncə şair kimi fəaliyyət göstərdiniz, daha doğrusu şair kimi başladınız. İndi hansısa bir şeir istəyərdim ki, biz sizdən, amma
Heç deyilməyən bir şeiriniz varmı ki, bu sizin sevimli şeirinizdir, amma hələ onu efirdə deməmisiniz? Vallahi mən efirdə cəmsi 4-5 şeirim deyilmiş. Demişsiniz. Qalanı hamısı deyilmiş. Məsəl üçün, mən keçən o çox xoşuma gəldi. Çox gözəl bir tapıntıdır. Alın yazısını, deməli, davan daşından silmək. Amma bu hər adamın ağlına gəlmir. Davan daşından alnını silir ki, cırıq-cırıq edib, qanun-çır edib ki, mən öz taliyimi dəyişəcəm, amma fikirləşmir ki, taliyimi dəyişəcəm. Hekayədir. O hekayədir, bəli. Persona non grata. Bəli, bəli. Öyle şeyler var. Sonra Seyran mənim fikirlərini mən yazmışam. Biz təxminən bir 9 il əvvəl telefonla danışanda, onda belə bir aforizm demişdik. İnsan yalnız ölümə yaltaqlana bilmir. Ha, o benim bir it intervüsü hikayem var, oradandır. Oradan insan her cür yaltaqlıq eləyə bilir də, yaxşı imkanlı qaynatasına da yaltaqlana bilir, imkanlı dostuna da, hökumətə də, nə bilim kimə gəldi. Amma ən müqəddəs məqam deyilsən, ölümə yaltaqlana bilmir. O cür peşəkar yaltaq, yəni insan. Ölümə yaltaqlana, məqama bax. Məqam çox böyük. Bəşər tarixində ən yüksək, ondan yüksək məqam yoxdur. Tam razıyam. Sonra bax, sizin belə bir fikir var. Mən yaxşı adamların adamıyam və mənim adamım Allahdır. O deyirlər, filan kəsin işləri yax kimi gedəndə deyirlər ki, yəqin bunun adamı var. Mənim adamım Allahımdır. Allahın da ətəyindən milyardlarla əl yapışıb. Mən qorxuram ki, Allahın ətəyi bir gün cırıla və bəşəriyyətin ətəyi, demək, qala bəşəriyyətin əlində. Çünki o qədər imdad, kömək istəyən var ki, mənim əlim də oradadır. Həmişə demişəm ki, mənim əlim yuxarılarda olmayıb. Mənim əlim daha yuxarılarda olur. Allahın ətəyində. Möhtəşəm. Bu ən gözəl, mən bunu aforizm hesab edirəm. Çox sağ ol. Seyran Səxavətin söz oyunu, yəni yazı tərzi çox möhtəşəmdir, unikal yanaşması var və burada onun bütün fikirlərini mən deməli qeyd eləmişəm özüm üçün. Bir şeiriniz də var. Bilməm, imkan olsa burada deyə bilsək onu. Mən girəvi axtarıram. Mən girəvi axtarıram. Çox gözəl bir şeir. Mən yox, elə girəvi axtarıram. Məni yoxdur. Axtarıram, yəni mən orada axtarıram. Onu mən əzbər bilirəm onu. O yazılıb 16 yaşında. O şeiri deyə bilərik, Seyran mənim. Niyə demirik? Əlimizdə deyil. Buyurun. Yenə fikirlərimlə ürəyimi yeyirəm. Mənə tərəfdə baxın, görün, mən nə deyirəm. Deyirəm ki, zalimin nə zamansa doğulmuş nəvəsini boğmağa girəv axtarıram. Mən öz fikirlərimlə yağış olub dünyanın hər yerinə yağmına girəv axtarıram. Tək bir otaqda yanan 10 işıqdan 9-un üfürüb keçirməyə girəv axtarıram. Qanla keflənənləri kir kimi içitməyə girəv axtarıram. Yersiz tikilmiş evləri uçurtmağa, kimləri isə hardansa, harasa köçürtməyə girəv axtarıram. Mən öz doğma xalqımın ürəyində qalmağa, Araz adlı çay üstdən böyük körpü salmağa, əli qabarlıların yekə qarınlardan intiqamın almağa girəv axtarıram. Çoxlarının qəlbində yaşayan fikirləri, bir qarışqa yükünü daşıyan fikirləri, vücudu sökülməyə girəv axtarıram. Ermənilər dağdan, keçən əsrin əvvəllərində, ermənilər dağdan bax o yazıq Şuşanı yenidən tikdirməyə girəv axtarıram. Tüpürmək istəyirəm, o ölüm düyməsini hər an basmaq istəyən topal olmuş barmağa, bəzən nahaq yazılmış şeir kitablarını öz əlimlə cırmağa girəv axtarıram. Mən bəzi insanların əl fonunu almağa, bəzi redaktorların anasını ağlar qoyub telefonunu almağa girəv axtarıram. Tələbiyəm, neyniyim? Bəzən dərsdən qaçmağa, bir də sevdiyim qıza, o zalim balasına ürəyimi açmağa girəv axtarıram. Ruhsuzların ruhunu çeynəməyə, soymağa, Koroğlunun, Babəkin heykəlini qoymağa girəv axtarıram. İnsanlar arasında qoy olmasın qul, ağa, mən Gəncə şəhərinin adını qaytarmağa girəv axtarıram.
hər amallı niyyətə, bütün bəşəriyyətə ürəyimi verməyə, bu girəvə şeirimi bir gün çap etdirməyə, girəvə axtarıram, girəvə axtarıram. Bravo. Seyran möhtəşəm. Amma sonra çap etdirdiniz də bu şeiri yəqin ki. Kitabımda da var. Sonra zamanı gəldi də. Möhtəşəm şeirdir. Bayaq da danışdıq haqqında Fuad Poladovla bağlı. Mən bilirəm ki, çox yaxın dost, eyni zamanda qonşu olmusunuz. Və hansı bir xatirələr varmı onunla bağlı? Təbii ki, çox xatirələriniz var, amma belə çox məhrəm, çox dolma bir xatirə deyək. Valla mən bayaq söz arası sənə dedim, Fuad mənim üçün xatirəyə çevrilməyib hələ. Fuad mənim üçün diridir. Diri adam haqqında xatirə demək olmur. Amma icazə versən elə diri adam kimi danışaram onun haqqında. Fuad, nə deyim, Fuad, mən bir fakültəyə daxil olmuşdum. Şərqşünaslıq fakültəsinə. İndi bilənlər bilir də, o, belə deyək, kətçi küçünün yeri gördü ora. Məsələn, 7 nəfər qəbul. Ay, mən özümə deyirəm, ay, sənin orada nə işin var, niyə yorğanağa görə həyatını uzatmışsın, bala? Şərqşünaslıqda. Hə, ora Mərkəzi Komitənin, Nazirlər Sovetinin, Ali Sovetin, bir də onlardan sonra qalsa, çox məşhur adamların balaları üçün Brunodur, bunu hamı bilir. Ben de gəlib ora girmişdim və qardaş girdim oraya gördüm, ay burada ben Qarabağın bir kəndindən gəlmiş saf bir uşaq, amma yonulmamış həm də uşaq. Ay gördüm burada hamı Rusça danışır, Azərbaycan sektoru. 3 şöbədə 25 nəfərik, 12 nəfər ərəb, 7 nəfər fars, mən farsdaydım, 6 nəfər də türk. Hamı Rusça danışır, 1-2 nəfərdən var. Mən də əsəbləşirəm falan. Məsələn, Ziyaya Zika deyirlər, Fikrətə Fika, nə bilim Rəhmana Rihman. Və belə də belə bunlarla gecə gündüz davaydaydım, Ramiz Rövşən Allah şahid. Gəlib gedirdi bir-birimizin yanına. İndi bir gün yenə durmuşuq, biz ikinci növbədə oxuyuruq. Bizdən əvvəl hüquq fakültəsi çıxmalıdır, biz girməliyik. Fantan var o keçmiş Kommunist küçəsində. Mənim 1 qram hürmətim yoxdur tələbələr arasında. Hamma bir danqazın, avaranın biri kimi baxır. Birdən Fuad Poladov Kommunist küçəsində, o yuxarıda olur, axı Dağlı məhəlləsində. Keçib gedir piyada Azdıramaya işə. O bilirdi mən orada oxuyuram, tanışıdı onda artıq. Deməli birdən hamı gördü ki, Fuad Poladov keçir. Fuad çox məşhur olub, cavanlığında ta hələ bugünə qədər elə gənə məşhur. Birdən Fuad belə de, Seyran, qardaş, salam, nə tərsən, nə var, nə yox. Bu nazir balaları, böyük adamların balaları, bu qəşəng qızlar, qəşəng oğlanlar hamısı əl çaldılar. Və məni bir dəfəlik qəbul elədilər ki, Fuad kimi nəhəng Seyrana deyirək, nə tərsən, nə var, nə yox. Maraqlıdır. Bax, bu bir detal elə kifayət edir. Bəli, kifayət edir, gör nə boyda şəxsiyyət. Bu yaxında mən Şəfqə xanım haqqında, Şəfqə Məmmədova, bizim görkəmli aktrisa haqqında... Bizim nəhəng, dünya maştablı aktrisamız Şəfiqə Məmmədova. Bir yazı yazmışdım və Seyran mənim zəhvurdur. İndi o yazın haqqında fikirləri müsbət, onu qoydum bir kənara. Orada bir yaxşı fikir dedi. Dedi ki, Vasif, sən necə ki Şəfqə xanımı görmüsən, yerişini, duruşunu, onun gəzişini, bax, eyni həmən nöqtədə mən də onunla görüşmüşəm və o cür onun yerişini mən də müşahidə eləmişəm. Bunu mən dedim Şəfqə xanıma, güldü o da. Yəni, həqiqətən də nə yaxşı ki, bizim belə bir görkəmli aktrisamız da var və Seyran mənim də bax, belə bir fikir onun haqqında söyləyib. Teatr haqqında bir-iki cümlə deyim. Həm də siz teatrda əməkdaşlığınız olub. Mən teatr kino şöbəsində işləmişəm, mən teatrda yatırdım. Bəli, deyin. Bütün intriqaları da bilirdim orada falan. Bir dəfə məndən soruşdular, o fikrimi çoxdan iyi olub, bir də sən 25 il qabaq hansısa sayt idi. Bəli. Burada təkrar edeyim, lazım olsa istifadə edersən ondan da ki, ta ki 50 il bundan qabağın teatrla indiki teatrın fərqi. Dedim onu xırdalasaq, gərək 2 gün oturaq söhbət edək. Amma mən xırdalamıram.
bir cümlə deyəcəm, o bəs edəcək. Dedim, bizim baş teatrımız, məbədgahımız Akademik Milli Dram Teatrıdır. Bəli. Doğrudan bizim o məbədgahımız Bəli. belə deyil. Bəli. Dedim, zəhmət olmasa bir gün gedin ora. Orada indi demirəm, onları mən aşağılamıram. Ta ki gedin baxın, Hökümə Qurbanovanın, Şəfiqə Məmmədovanın, Barat Şəkinskayanın, Leyla Bədirbəylinin, Ağa Sadıq Gəlaybəylinin, aktyorlarımız, o klassiklərimizi saydım. Ələsgər Ələkbər. Gedin onların qrim otaqlarını soruşun ki, bunlar hansı, kim, harda qrimlənib. Bəli. Və o otaqlarda indi kimlər qrimlənir? Onların siyasını üzbəüz qoyun, bax, o teatrın fərqini onda görərsiniz. İndi sənə də elə cavab verir. Seyran Səxavətin növbəti bax belə bir deməli statlarından. Bu ölkədə bütün xanaların sayını artırıblar, təkcə kitabxanalardan başqa. Necə möhtəşəmdir. Hala baxsan, indi həqiqətən də restoranlar da artıb, kafelər də, amma kitabxana göz o dəymir. Kitabxana yoxdur. Bilirsən, kitaba münasibətimiz bizi bir təhər eləyəcək. Bax, bir adamın işləri gətirməyən də, deməli, hakim qardaş da bilir, sən də bilirsən ki, onun haqqında nə deyirlər? Deyirlər, ondan danışmaya, onun kitabı bağlanıb. Kitabı bağlanıb, bəli. Millət bunu başa düşməyincə, kitabla küsülüdür millət. Başa düşdü. Onları barışdırmaq lazımdır. Seyran müəllimin daha bir sözü var burada. Adamların ən bədbəxti və ya ən xoşbəxti olmur. Adam ya bədbəxti, ya da xoşbəxt. Elədir də. Konkret. Hə, elədir, konkret. Özdə tam xoşbəxt, bu xoşbəxtlik, bədbəxtlik də uydurma şeydir. Bilirsən, əgər bu saat elə hələ dünyanın bu xarab vaxtı, milyardlarla adam bu dünyaya gəlmək üçün növbə gözləyir, düzdür? Bəli. Sən gəlmişənsə deməli xoşbəxtsən. Bəli. İnsan əslində mən xoşbəxtlik, bədbəxtlik sözünü əslində qəbul eləmirəm. Dünyaya gəlmişənsə bundan böyük xoşbəxtlik var, düzdür? İnsan iki dəfə xoşbəxt olur. Bir dünyaya gələndə, bir də dünyadan gedəndə. O da böyük xoşbəxtlik. Bax, onun ikisinin arasındakine də ömür deyirlər, ömür. O ömürdə də nəsə eləmək lazımdır ki, ya iz qalsın, nəsə bir şey olmalıdır. Həşi, valla iz qalmağı fikirləşəndə adam avara gör olur. Elə adam balası kimi yaşayanda izdə qalır, bizdə qalır, sizdə qalır, hamı qalır. Əla. Qardaşım Turan Oğur da, o da ədəbiyyat adamı və o mənə dünən dedi ki, mən 99-cu ildə deyir, oxumuşam Seyran müəllimin İT intervyüsü və deyir, bu hekayə bugünkü günümüzə də daha çox uyğunlaşır və ardınca qeyd edib, Yəhudi əlifbası, mən başqa hekayələr oxumuşam, o da başqa. Amerikada da çap olundu, İT intervyüsü, özdə bir Bəli. 3000 dollara cəndə əlimin aşağı vaxtı pul göndərmişdilər. Yaxşıdır o. Hörmət ki. Demək, orada ona tələbat var ki, sonra Yəhudi əlifbası, qaçaqaç avtobiografik roman olub bu. Adalar şeirlər kitabı. Bu adalar bu değildi. Elə bu idi da. Turan bunu oxuyub 99-cu ildə görək o vaxt. O səndən mənə daha yaxındır. Hə. Çünki o biraz başqa cürdür da, o başqa cür. Və mən istəyirəm ki, Seyran müəllim, deməli, məndə belə bir rubrika var ki, birbaşa suallar verilir və konkret cavablar alınır. İstəyirəm Qısa. Qısa, bəli. Problem yoxdur. Seyran Səxavətin sevimli yazıçısı varmı? Bu suala konkret cavab vermək qeyri-mümkündür. Aha. Bir neçə sevimli yazıçım var. Deməli, Nodar Dumbadze. Mən Gürcü olsaydım elə yazardım. İnanıram ki, o da Azərbaycanlı olsaydı mənim kimi yazardı. Seyran Səxavət kimi yazardı. Bizdən Yusuf Səmədoğlu'nu çox sevirəm. Baxmayaraq, bizdə yazıçılar çoxdur. Hətta bir neçə nümunə kimi çəkmək olar. Sonra Alman yazıcısı var, heç bir mükafat zaten, belə də məşhur da deyil, Siegfried Lenz. Onun bir Sased Nevidimka, gözə görünməz qonşu, Rus oxumuşam hekayəsi var. Nobelçiklərin 95%-nə dəyər o hekayə. O dərəcədə. O dərəcədə. Çox, biz əslində, düz deyin, sualı belə veririk. Mən də sən yer olsam elə verərəm o sualı. Əslində, heç bu müəlliflər zadlar da nömrə kimi, rəqəm kimi şərti şeydir.
Var Azərbaycan ədəbiyyatı, var dünya xalqların ədəbiyyatı, var dünya ədəbiyyatı da. Əslində mən sözü sevirəm. Mənə Nodar Dumbadziyenin sözü daha yaxın gəlir də. Nə fərqi, bunun nə daxili var? Bəlkə ondan böyük yazısı var, bəlkə ondan balaca yazısı var. Onun ruhu daha çox sizə yaxındır. Bəli, ruh. Ruh yaxınlığı. Ruh yaxınlığı, ruh qohumluğu. Ruhən Nodar Dumbadziye, Seyran Səxavət əmi oldular. Maraqlıdır. Biz keçən dəfə Anar müəllimlə də və müsahibə eləyəndə biz onunla Fellini, Tarkovski və deməli Riyazanovun filmlərindən danışdıq. Mənim üçün maraqlıdır ki, Seyran müəllimin sevdiyi Sovet rejissorları varmı və kinoya münasibəti ümumiyyətlə necədir? Valla o hansısa filmdə rəhmətli Səməndər deyir, bu kino ki var. Çox gəlir. Bəli, bu böyük bir sənətdir, çox böyük bir sənətdir. Əlbəttə mən kino ilə maraqlanmışam, baxmayaraq ki, indi bizdə Azərbaycanda vəziyyət son dərəcə ağırdır. Elə dilimizin səviyyəsi qədər kinomuz da reanimasiyadadır. Orada qonşu palatadadılar. Futbol da oradadır, qonşu palatada. İndi çox şey qoşmaq olar, aləmi yox ora. Əsas sənətdən danışılır. Sevimli filmim Vasili Makaroviç Şukşin, Bəli, buradadır. Kalina Krasnaya. Şukşindən müsahibə götürmüsünüz, eşitdim. Bir dənə mən müsahibə götürdüm, 73-cü ildə. Ədəbiyyat qəzetində təzə işləyirdim. Bəli. Kino və teatr şöbəsinin müdürü Camal Yusifzadə mənim müdürümüdür. Eşitdim ki, heç kəsə müsahibə vermir, köhnə intürüstdə qalırdı. Köhnə intürüstdə mənim Rus demişkəni xodum var idi. Səvuş Melik Aslanov, Səvuş Demiröviç. Həm yerlidir, həm də xətirimi çox istəyir. Bəli. Dedim, belə bir şey eləyəcəm, sonra polis mənə dedi, nə istəyirsən elə. Getdim, bunun qapısını, vallahi 30 neçənci otaqdı, yanında deyil. Belə təpi ilə nətər vurdum, qapı açıldı. Şukşinin qapısını. Başqa cür mümkün deyildi. Nə başı vardım bu sədiyə? Tək idi içəridə? Tək idi. İntervyu aldım bundan. Sonra dedi ki, yaxın mənə nəsə quşu qondu da. Həm də cəsarətinizi də beşə heyran oldu. Belə gördüm, mən Krutoyam da, o da Krutoydu. Yazıları da Krutoydu. Bəli. Krutoyuna görə deyim ki, Rusça yazırdı ona. Həm də o Şukşinin anası bizim əmmimiz qızıdır, Altay qadı, Altay. Maraqlı. Şukşinin gözlərinə fikir verirsən. Qıyıq. Qıyıq, hə. Deməli, bunu mənə Altay şairi Vasili Samik deyib. O da bizə qohumdur. Sonra mənə dedi ki, mən Ağdam istəyirəm. İşitmişəm. Konyakın? Ağdam Çaxırı. Çaxırı. Bir maddə neçə qəpik. Səvşə zəvr, müdmə səvr. Dedi, onda otaqda oturun. Qəbul olmuyor da bir kaynak çağdanla, araq çürüyü, bu nə də? Dedim, gəl. Sonra 74'də mən Moskva şəhər icra hakimiyyətinin, daha doğrusu Moskva şəhər sovetinin göndərişi ilə getdim İrana işləməyə. Bakıdan mindim təyyarəyə 74'də. Şahın vaxtı. Bakıdan mindim təyyarəyə. Təyyarədə qəzet paylaşır. Pravda qəzeti gəldi, gördüm nekrolog çıxıb Şukşinə. Elə pis oldum. Bu dəqiqədə elə pis oldum. Sən, bütün yaradıcı adamlar əslində bir-birinin qohumu deyil. Ruh qohumluğu, yəni deyirəm, var da burada. Elə qohumdurlar, bilirsən, ağızlarını açan kimi bilirsən ki, bu mənim adamımdır. Həm də elə bir vaxtı rəhmətə getdi ki, o elə film çəkirdi, elə filmin çəkilişləri vaxtı. Onu bir dəqiqə xatırlamıram. Deyəsən, onlar vətən uğrunda döyüşürdülər. Ən çox sevdiyim Kalina Krasnaya. Para rajat tibi matuşka. O veriyor sana necə qucaqlayır, sığallayır. Ay Allah. Böyük sənətkarıdır. Çox, özdə çox belə aydındır, əşək görünür deyə. Efirdə də çox gözəl onun xarizması var idi. Və mənim maraqlıdır ki, bu 60-cı illərdə mən hərdən o lent yazılarına baxıram. Yevtushenko, Vaznesenski, Axmadulina, o stadionları necə doldururdular? Tamaşaçılar gəlirdi. Seyran müəllim, bunun sirri nədə idi? Yəni sözə belə vurğun idi insanlar. Bunun sirri bizə nə var? Ədəbiyyatı sevmək üçün insan gərək biraz azad olsun. Qayğılardan azad olsun. Başa düşdün? Qayğılar
çox olanda qayğılar ədəbiyyatı sıxışdırır, çıxardır, salır axırıncı plana. Fikrimcə deyil. Bəli, bəli, bəli. Yəni qayğılardan uzaq olasın. Qayğılardan. İndi elə birinin məsələn deyirəm, evində çörəyi yoxdur da, tutaq ki, balalar da çörək istəyir. Buna demək olar, sən Dreyzerin dahi əsərini oxu. Əlbəttə demək olmaz. Ən adi. Və yoxud biri ağrıyır. Ağrıdığı yerdə demək olar, sən Yevgeni Yevtushenko'nun Kitlər qəbristanlığı şeirini oxu. Yəni, demək, qayğılardan xilas olmaq lazımdır. Bəli. Yəni, o düz gəlmir belə. Ən çox hansı şairi sevirsiniz? Bilsən, elə o qəbəhətə dedilir, O yazıcıydı, bu şairdir. Dəxli yoxdur, ikisi də sözlə işləyir, ikisi də yaradıcıdır. Ən çox sevdiyim şair yoxdur. Ən çox sevdiyim şeirlər var. Ən çox sevdiyim yazıcı da yoxdur. Ən çox sevdiyim nəsr əsərləri var. Müxtəlif adamlar ola bilər. Söz, əsas sözdür. Bəs yaxşı, o sözlə oynayan ən yaxşı müəllif var? Sözlə oynayan ən yaxşı müəllif, söz əvvələ oyuncaq deyil ki, ondan oynayasan. Oyuncağı bax, uşaq aləmi Detmirdə satırdılar. Söz orada, mən söz satılan mağazin görməmişəm. Amma mən belə fikrim var ki, Seyran Səxavət həmişə çox yaxşı sözlə oynaya bilir. Yox, sözlə mən... Məcazi mənada da. Çox düz deyirsən onu. Onu çox düz deyirsən. Oynayıram, elə oynayıram ki, sözlə mənlə oynaya bilsin. Yoxsa mən sözlə oynayım, belə çıxaracaq ki, mən sözü belə yuxarıdan baxıram. Amma sözün qabağında mən heç kiməm mən. Mən bir dəfə yaradıcılıq mətbəxi ilə bağlı bir söz demişdim ki, birinci cümləni həmişə mən özüm yazıram. Məsələn, mənim nekrolog romanım belə başlayır. Birinci cümlədən çox şey asılıdır. Ki, aralıdan baxanda yer kürəsi çürük toxuma oxşuyurdu, vergül. Yaxından baxanda isə oxşamırdı, tire, elə çürüydü. Çox əla. Birinci cümləni sən, sonra söz sən aparmalıdır. Bu əsər yaxşı olur. Sən söz aparanda belə də orta bir şey alınır. Texnikan var, biraz da istedadım var, Amma sözün müəllifi apardığı əsərlər, onlar dünya ədəbiyyatında möhtəşəm nümunələr hesab olunur. Çox əla, çox gözəl cavab idi. Ramiz Rövşən, Musa Yaqub, Məmməd Araz dostlarınız olub yoxsa? Bəli, üçü də əcdaha. Sələm bəy, onların yaradıcılığını özünüz oxuyurdunuzmu tez-tez? Birini buraxırdı. Məmməd Araz bizdən bir neçə yaş böyüydü. Bizim ədəbi nəslindən o fəxr edirdi. İlahi, insanın nə boyda ürəyi olur. Özü Məmməd Araz çox nəhəng bir şairdir. Bəli. Anamdan, bacımdan gizlətdiyimi qələmdən, kağızdan gizlətməmişəm, ilahi. Nədir bu? Möhtəşəm. İstedad dünyanı dolaşar, gəzər, göyərdər toxumu daş üstündədir. Məmməd Araz. Möhtəşəm. Özüm də bilmirəm kiməm, nəçiyəm. Mən bütün dərdləri abunəçiyəm. Abunəyəm. Bütün dərdləri abunəçiyəm. Necə gözəl ifadə. Yox, böyük havadır. Məmməd Araz ifadələrdən, təşbihlərdən, qafiyə və rədiflərdən ibarət deyil. Məmməd Araz küllü halda bir havadır. Havalanmaq mənasında. Hava sözünün bir neçə mənası var. Hava, bu havadır. Bir var hava oyun havası. Bəli. Bir var havalanmaq, havalansın xanın səsi daha. Üç, hələ biri də var. Nədir deyə bilərsən? Başın havalanması. Ay öpürəm, havalanma dərəm. Yox, Möhtəşəm. elə gəlsə səninlə də dost olar. Deyirlər ki, Azərbaycan dili zəngindir. Yox, zəngin. Sənin papağın boş qalsın. Mən bunu saxlayarsan. Verin bunu. Bir sözü, həbər ki, nə istəmir? Sələm bəy, Musa Yaqubda da bir dənə şeir var. Deyir, hələ ki vaxtımız var durulmağa. Bir sabah sənindir, bir sabah mənim. Necə gözəl. Durula bilərsən də, ya vaxt var. İndi bu poeziya dilində deyib, adam dilində deyək ki, adam balası olmağa hələ vaxtım var deyə, adam ol, kişi ol, çıx ortalığa. Sonra Seyran mənim çox maraqlı fikrim var. Bəşəriyyət haqqında həbs qəti imkan tədbiri seçilsin və haqqında cinayət işi qaldırılsın. Bəşəriyyətə? Cəmaət
cinayət işi açmaq. Öyle onu mən açmışam. Bəli. Onu Yəhudi əlifbası. Yəhudi əlifbası romanında. Çox maraqlı ifadədir. Seyran mənim çox xoşuma gəldi. Sonra dostluq sizin üçün nədir? Bunu siz bayaq dediniz mən bilən, dostluqla bağlı. Bunu mən öz dostumun sözü ilə desəm olar. Buyurun. İlk dostum Zeynalov Zeynal Əvəzoğlu. Bayaq dedim o Məşədi Həmzə bəyin nəvəsi. Bəli. O bir dəfə mənə sual verdi. Dünyada hər tərəfli istedad vermişdi Allah buna. Hamısı da yarımçıq. Yarımçıq. Bax Nəsir İmanquliyevin bizim böyük ağsaqqal kalifiye jurnalistimizin seyfini Nəsir müəllimin katibəsinin başına sandığı sancaqla açdı. Gör, istedada baxayım. Ağabal Abdullayev, böyük xanəndəmizin Füzulidə heç bir aləti yoxdur. Qəbristonun heykəlini qoydu. Rəssam, Vaqif piyesi əsasında parodiya yazmışdı. Bir Füzuli rayonunun timsalında, Qacar rolunda birinci katib. Belə də, yəni hər tərəfli istedadıdır. O belə belə keyfinin yaxşı vaxtı, dupduru vaxtı, özünə oxşayan vaxtı, özü də çox dur adamıdır. Sonra Güləş üzrə Respublika çempionu. Armağan Sayedov vardı, erməni dünya çempionu. Armağan'ı yıkmıştı. Bu da əcda. Böyle de ne deysen başla. Mesela televizyon işlemi gelirdi. Sonra bu televizyon işlemi yığır, bir böyle şey yığırdı. Dedim bunu at. Dedim ha bunu hükümet galet edir. Aç televizyon iştir, sana televizyon ver. Universal. Ha, bir eve kapımız bağlanmış, çölde kalmıştık. Demir kapıda seyfi, gençlikte yaşıyor. Araba sıxdı da yanımda falan. Hemen ağabeyim, axır dediler mümkün değildi, açar yoktu, tapılmadı. Mecbur oldum, adam saydı ki böyle kapı açar yerlerini. Təxminən kapı sıradan çıxarıyor. Böyle dırrrr edip kesecekler sıvarkıyla. Yani bu yerine Zeynal geldi. Günde bir defa, 3 günden bir gelirdi bize. Allah getirdi. Getirdi dedi ne mesela dedim böyle dedi. Ben gör. Yoldaşıma dedi almaz. Başında o Pligoka var. Siz albatlar ondan var sen dedi. Şpilka aysa o. Ben böyle sağ böyle kulağım verir böyle ne şeyliği kardeş ne bileyim ne var. Bu şeytan kim bir şey gibi. Hep o buydu kapına kişi. Sıvaş gelip ki kessin de kaynak. Ya özü açmadı. Nəsə pıçıldadı elə bil. Özü açmadı. Dəstəyi Almaz'a dedi ki yoldaşıma Almaz Hanım buyurun. Gecenin dedi dedim ah buyur da buyur. Almaz girdi içeri. Sıvaşka dedi ki siz gidin bana bağışlayın da ben sizin çöreğinize mani oldum. O değildi ki dostluk hakkında. Bir de bana sual verdi keyfinin duru vaktinde, özünü okşayan vaktinde belki dediğim gibi. Dedi şair sen ne sen ma dedi. İşte ben ilk dost onu görmüşüm de onun iyi hoşuma geldi garibe şeydi. Görə iyi həyədə təəssüratları qalsın. Saman tayasında yatırdık bir yerde kurarak. İndi şey nedir? İndi otel Hilton'da yatmalar bir yerde. Deməli, bana dedi ki, hakim dedi ki, bəs şairsən, marsən nəsən? De görün bəşəriyyətin ən böyük kəşfi nədir? Amma demə, atom bombası belə getdi falan. Keçməz o. Dedim Acıyla qurbanım, ne bileyim sen ürəyində nə çıxmışsan, elə öz sualına, valla sen içimizdə ən ağırlı sensen, biraz da boynuna koydum, sen cevap ver dedi, kulaq as, özdə aktörlüğü da vardı. O mənim yubileyimdə Fuad Allah şadıdır. İblisin monologun elə dedi ki, Fuad ötə bunu oradan tapdı. Dedim o tapmamışım. 8-7 yaşından biri yerdi. Maraqlı. Evet, harada qaldım? Elə onun nəsə, o kişidən danışırıq da, gəlib açdı qapını falan getdi. O dostluk hakkında dostluk. Sen bana sual verirsen dostluğun diliyle, cevabıyla deyirəm sana. Zeynal qayıt ki, bəşəriyyətin en büyük keşfi nədir? Bu şimdi belə də demə bombadır, falandır. Dedim sen de de. Qayıtdı ki, bəşəriyyətin en büyük keşfi bir bətində yatmayan, bir beldən gəlməyən iki nəfərin bir-birindən ötürü darıxmalıdır. Bravo, möhtəşəm. Ben ondan möhtəşəm deyə bilmədiyimə görə dostum Zeynal Əvəzoğlu'ndan Fesatın vuruldu. istət gətirdim. Ruhu şad olsun. Bəli. Vətən nədir sizin üçün? Vətən valla, heç mən onun dərinine getməmişəm heç vaxt, heç getmək fikrimdə yoxdur. Bilirəm ki, mən Azərbaycanda doğulmuşam. Azərbaycanın Qarabağ bölgesində bayaq dediyim kimi,
indiki Füzuli keçmiş Qarabulaq rayonunda. Qarabulaq rayonunda da deməli Yağlıbənd kəndi var. Yağlıbənd kəndində Köxal obası var. Köxal obasında Muradxanlı tayfası var. Muradxanlı tayfasında Muradov əsgər xanlar olurlar. Onun 2 mərtəbəli daş evində doğulmuşam. Vətən mənim üçün o və onun ətrafıdır. Gözəl. Bilirsən nətərdir? Mən sana bir şey deyim, elə biraz desən sözlə zəngi oraya vurdum. Üzr belə. Yox, buyurun. Mən dünyanı ona göre seviyorum. Ben dünyanı çok seviyorum. Dünyanın tarihinden de çok narahatam. Ve bütün intervülerimde diyelim ki dünyanı büyük adamlardan korumak lazım. Bəli, ağıllı adamlardan demişsiniz. Ağıllı adamlardan, aysa o. Ağıllı adamlardan korumak lazımdır. Biraz da təcrübli gelir. Ağıllı deyəndə bütün ağıllar xeyrə qulluq eləmirlər, şərə qulluq edən tarixdə yeterince ağıllı korumak lazımdır dünyanı. Ben dünyanı bilsən nəyə görə sevirəm? Ben dünyanı yəqin ki hamı sevir. Ben dünyanı ona göre sevirəm ki bu dünyada Azerbaycan var. Ben Azerbaycan'ı ona göre sevirəm ki Azerbaycan'da Qarabağ var. Ben Qarabağ'ı ona göre sevirəm ki Qarabağ'da geçmiş Qarabulaq, indiki Füzuli rayonu var. Ben Füzuli rayonunu ona göre sevirəm ki orada Yağlıbənd kəndi var. Ben Yağlıbənd kəndini ona göre sevirəm ki orada Köxal obası var. Ben Köxal obasını ona göre sevirəm ki orada Muradxanlı tayfası var. Ben Muradxanlı tayfasını ona göre sevirəm ki orada Muradov əsgərin evi var ve ben orada dünyaya göz açmışam. Gözümü açanda da üzbəyiz qəbirstanlıq görmüşəm. Qəbirstanlığın arkasında da Qara Quzey əjdaha kimi dayanır. Ay, möhtəşəm Seyran mənim. Var olun, çox gözəl. Söz nədir? Söz? Söz, təəssüf ki, indi onu... Bir cümlə sığmır. Söz yox, söz elə qalaktikadır. Allah'tan aşağı sözdür. Mənim bir, olar ona da mamamın Buyurun. ifadəsiyle cevap vereyim. Mama Qarabağda atanın başını. Hə. Mamam gelin hayatında oturmuşuq. Sabah mamam oğlu Şıxəlin toy olacaq. Sinif yoldaşlarına yiyip içirik. O tarafta da kadınlar oturur. Deməli 5-6 kadındı qardaş. Neyse bir sene kadınlar da söhbət, havadan vacib söhbət eləməkdir onlar üçün. Bildin? Bəli. Mesela dersen ki hava almaya bir yarım saat belki de yaşayar, yalan olmasın. Dersen söhbət eləmə, 10 dakikadan sonra canın tapır. Kızgın söhbət gelir. Birden bir tane de cavan gelindi. Elə bu ağzını açan kim buna deyirlər, az sen yum. Söhbət gene gelir. Yazı ağzına çekip az sen yum, 5 defa, 6 defa. Axırda bax sənin sualın cavabı Mədinə mamamdan gəlir, qulaq as. Axırda Mədinə mamam qayıt ki, az. Ay, diliniz qurumasın. Qoyun bu yazıq da sözün desində, axı söz ağzında eyləndi. Oy. Sözə bax, hələ bu ədəbiyyatçı deyil. O bu 100 dənə Rəsim adına dilçinin üstünə dəyər, Nizami adına da ədəbiyyatın üstünə dəyər. Söz ağzında eyləndi. Alimlərin çoxu iyi deyəndə ancaq pendir, şor iyi. Ne bileyim, sözün iyiyim bunlar duymur ki. Duysalar, indi Azerbaycan dili reanimasyon vəziyyətinədir. Vəsiyyətin deyir. Ben bir defa deyəndə ki, bana vəsiyyət edib bir, daha adını demirəm, tartışırıq. Vurmuram, cəmaatın içində orada demişəm də bir 200 adamın içində. Məruziyeləm orada deyirəm ki, ben bu saat elə xəstəxanadan gəlməm, reanimasiyadadır. Bana vəsiyyətin elədi. O biraz hırtıldıya, biraz da ironiya, böyle rişkəndirəndə. Qayıt ki, Seyran nə vəsiyyət edər? Dedim, bəqaş, biz səndən tartışırıq, bir yerdə böyümüşük Bakı ədəbin mühitində, sən bu sualı gərək verməydin. Amma vermişsən, sən xətr istəyirəm, mən sualı cavabsız qoya bilmərəm. Dedim, vəsiyyətnamə böyük vəsiyyətnamədir, amma orada bir bənd belədir ki, haqqımı filan xalq şairinə halal eləmirəm. Bir bənddə belədir. Necədir sənin üçün? Otur yerində. Azadlıq nədir? Azadlıq o adın onun bir adı da demokratiyadır güya. O da bu uydurma şeylerdir. O bilsen bir zümrenin, bir təbəqənin başka bir təbəqə üzerinde öz hökmranlığını kabul ettirmek varyantıdır. Azadlıq o kadar böyüldüler, altından sonra çıkamıyorlar. Eğer senin işin varsa,
Evine bir çörək yapıb gedib gəlirsənsə, qonşu sana salam verəndə hörmətlə salam verirsə, onların xeyrinə şeylə yarayırsansa, azadlıq budur da. Azadlıq o deyil ki, mən azadam, 21-ci əsrdə demokratik ölkədə yaşayıram, filan kəsin nə bilim nəyi belə söyüşlər var indi. Bəli, bəli. O azadlıqdır. Adını demokratiya qoyurlar. Narahat olma. Hələ Qarbaçov alçağın demokratiyası gələndə Bəli. durğunluq illəri, nə bilim, demokratiyası yapılan. Ələddin Əsədov var, şəkili, jurnalist. Dövlət televiziyasında mənim təklifimlə bir veriliş açdıq, adını da qoyduq, o aparırdı. Üzbəyiz. Orada mən bir söz dedim. Qarbaçovun təzə, yəni, nə bilim, şəffaflıq belə getdi, demokratiya da getdi. İndi yekunlaşdırır. Ələddin qayıtdı ki, axırda Seyran müəllim, yekun olaraq nə deyə bilərsən? 45 dəqiqə yaxşı, ayıq və sərbəst müzakirə elədik. Yekun. Dedim, yekun bundan ibarətdir ki, bu demokratiya deyilən şey var, ha. Bunu, diqqətlə qulaq as, demokratiyanı ildə bircə dəfə Çay qaşığı ilə. Azərbaycan xalqına Novruz bayramında yaxşı plov yeyəndən sonra bir çay qaşığı dadızdırmaq olar. Yoxsa olacaq anarxiya, dərəbəylik. Maraqlı yanaşmadır. Elə də oldu. Bəli. İndi öz aramızdır. Elə içərimizdə və xaricdə nə qədər o nə söyüşlərdə. Tutaq ki, bir kişi bunların xoşuna gəlmirsə, onun ailəsinin haqqında, falan haqqında. Demokratiya bax budur. Azadlıq bax budur. Yəni azadlığı belə başa düşürlər. Razısan mənlə? Razıyam. Vicdan nədir? Vicdan, valla bizdə bir böyük adam demişdi ki, neçə ildir mən yaşayıram, hələ vicdanın nə olduğunu bilmirəm. Bilmirəm. Onlar mənim bir qızımın şeylə cavab verim. Fikri ilə. Ləman xanım. Buyurun, buyurun. Bir dəfə o məşhur adamların uşaqlarından intervyu alırdılar. Bizə də gəlib çıxmışdılar. Oğlanlarım imkan elədi, qızım dedi 8-də oxuyurdu. Dedi papa mən verərəm, ata mən verərəm. O intervyusunda demişdi, jurnalist, orada 2 sual mənim çox xoşuma, cavab çox xoşuma gəlmişdi. Hamısı yaxşıydı. 2 cavab xüsusilə yaxşıydı. Bir soruşmuşlar ki, qardaşlarınla nətər yola gedirsən? O da mənim kimi səmimi demişdi ki, itimən pişik kimi. Amma çox istəyirik bir-birimizi. Sonra bir sual vermişdi, 8-ci sinifdə oxuyan uşağa axı. Bəli. İkinci sual verirəm, elə sual verməzlər axı. Mən əvvəlki elə verərlər. Jurnalist də dedi ki, Seyran Səxavətin, sizin atanızın stolüstü kitabı var. Ləman demişdi ki, mənim atam Seyran Səxavətin stolüstü kitabı yoxdur. Onun stolüstü kitabı onun vicdanıdır. Çox gözəl cavabdır. Mənə də elə gəlir. Çox gözəl cavabdır. Seyran müəllim, nəyi bağışlamırsınız? Mən? Bəli. Bağışlanmaması o qədər şeylər var. Əsaslar var da. Əsası deyək. Əsas məsələn, yaltaq adamı bağışlamıram. Yaltaq. Yaltaqdan nə desən çıxar. Yaltaq anasının əmcəyin kəsən ola bilər. Bəli. Yaltaq xəyanətkar ola bilər. Yəni əsas o deyir, etibarlı mənbə yaltaqdır. Belə deyək. Yaltaq oldun. Ən çox təəssüfləndiyiniz məqam? Mən sana deyim, elə çox təəssüflənmirəm, amma məsələn, mənim bir dənə Allah xoşbəxt cəhətim var ki, baxmayaraq ki, xoşbəxt sözündən Bayaq demişdiniz. Demişdim. Bir başqa nə söz deyək ki, Alternativini axtarın. Alternativ axtaran deyir ki, mənim o bir rahat cəhətim budur ki, mən Vasif inanırsan, sən qardaşın onu daha yaxşı bilir, mən xırda bir şeyə sevinə bilirəm. Bu böyük xoşbəxtdir. Bax, indi bir misal çəkəcəm, inanmayasın ki, bu boyda kişi azdan çoxdan tanınır ölkədə, azdan çoxdan hürmət olunan kişi. Sən inan, bax o bayaq soruşduğum vicdana and olsun. Gedirəm, pulumu verirəm cibimdən, maşınımı yüdüzdürürəm, maşın təmiz olanda mən ona sevinə bilən adamım. Ona sevinirəm. Keyfim açılır. Bəli. Amma adam var onu sevindirmək üçün gərək milyardlar tökəsən, nə bilim cinayətlər eləyəsən, kimlərinsə... Bəlkə onun üzü gülə. Hə, bəlkə özü gülə. Məşhur aktrisa Alisa Frendlich. Bəli. Onun belə bir fikri var.
hörmət, dostluq və ehtiras. Bu üç şeyin cəmi sevgini yaradır. Bu üç şeydən biri yoxdursa sevgi də yoxdur. Bu fikrə münasibətiniz. Hörmət, Dostluq və ehtiras ehtiras. və dostluq. Vallahi əslində elə hörmətdir, dostluqdur. Bunlar elə bir-birinin Rus matryoşkası kimi içindən çıxır. Maraqlı bənzətmədir, matryoşka kimi. Dostluq, hörmət, ehtiras tamam başqa şeydir. Ehtiras O da deyə olmalıdır da orada. o da etiraz anatomik bir göstəricidir. Amma o birlər mənəvi göstəricidir. İndi yəqin bilirsən deyir başına gələn başmaqça var. Yəqin o aktyor söz başına gələndən danışır. Bəli. Və mən bunu o qədər elə səndən maraqlı bir Fikir hesab eləmədiyimə görə məndə onun cavabı da yaranmadı. maraqlı cavab idi. Sevimli bəstəkarınız. Sevimli bəstəkarım kim olacaq? Üzeyir Hacıbəyov. Əla. Nəhəng bilsən Üzeyir bəy ancaq bəstəkar olmuyor. Yo, bu xalq üçün lüğət də yazıb, hesab kitabı da yazıb. Bütün o musiqi kollektivlərini, xoru, ansamblı, orkestri, nə bilim hamısını bu təşkil edib. Bu 20-ci əsrdə nə bilim Dühadır da Azərbaycan. bu dahi, Bəli, bəli. dahidir. Yaddaş nədir? Yaddaş, Bəli. yaddaş da müxtəlif cürdür. Məsələn, bir var mən sana manat pul boş vermişəm, onu yadında saxlayıram, o da yaddaşdır. Bəli. Bir də var ki, ermənilərə biz həmişə hürmət edirik. Onlar da bizim başımıza oyunlar açırlar. Sonra şərait yaranan kimi yenə həmən başlayıb sevirik. Bu da yaddaşsızlıqdır, yaddaş köklüdür. Bəli. Yəni bəli. yaddaş, əslində yaddaş bilsən, ürəyin içindən keçib gedən yaddaşları mən ehtiraf edib qəbul edirəm. Bu ikinci mərtəbədəki yaddaş xatalı şeydir. Maraqlı. Yəni baş. Təbii ki, tam xoşbəxt olmaq mümkün olmur, amma qismən xoşbəxt olmaq üçün nə etmək lazımdır? Heç nə demək lazımdır. Adam balası olmaq lazımdır. Allah da sənin nəyə layiq bilir. O da, ya demirəm, get yıxıl ki, Allahdan buyruq, ağzıma quyruq. Elə şey olmur. Adam balası kimi yaşamaq lazım. Məsələn, mən elə şeyləri yaxşı yadma saldın, qəbul eləmirəm. Mübarizə, həyat mübarizədir. Onu deyən qələt edir. Həyat mübarizədir. Deyil. Həyatda adam balası olanda onun içindən mübarizə də gedir. Hər şey gedir. O bir də belə, bir dəfə də bizi televiziyaya yığmışdılar. Hə, elə hakim qardaşımız deşsin. Deməli, televiziyaya yığmışdılar. Borc, mənəvi borclar, valideyn borcu, evlatlar qarşısında borc, nə bilim, vətən qarşısında borc. Bunu o qədər saydılar ki. Aparıcı sayında sözü, bir də birinci sözdə mənə verdi. Dedim, abala, sən o qədər borc saydın. Sən demə, biz elə xırtdayacaq borcu üçün də yaşayırmışıq. Bu borçları, dedim, belə ayrı-ayrı eləyəndə adam xoflanır, adamın gözü qaralır. Bunun bir çarəsi var ki, yenə vallah odur. Adam balası kimi yaşa, o borçlar hamısı silinib gedəcək onun üçün. Deməli, insanlar, qardaş, gecə-gündüz günah eləyir. Sonra da günahı yıxır zamananın boynuna. Mən də demişdim, bu zamananın boynu nə yoğunluqdadır ki, bütün bəşəriyyət günah eləyir, yıxır ora. Axırda dedim, bu bəşəriyyətin boynu günah ambarına çevriləcək. Və bir gün bu ambar partlayanda onun qəlpələri bütün yer üzünə, uşaqlara, qadınlara, yaşlılara, qocalara baxmadan hamıya çatacaq. Möhtəşəm ifadə, möhtəşəm. İndi fikirlər deyəcəm, o cümlənin sonunu siz tamamlamalısınız. Yaşamaq ona görə lazımdır ki, Axır kimin üçün neşə? yaxşıdır. Ədəbiyyat ona görə lazımdır ki, Oxumayasan, gedib ayrı lazımsız işlərlə məşğul olursun. İndiki halda. başa düşdüm. Mədəniyyət ona görə lazımdır ki, Elə ədəbiyyatla bağlı ona da aid. ona da aiddir. Əgər müharibələr olmasaydı, Əgər müharibələr olmasaydı, o bizə sığınmaq istədikləri cənnət məsələsi var ha, o bu dünyada olardı. Maraqlıdır. Həyatın müəyyən məqamlarında anladım ki, Düz 79 ildir özümü axtarıram, hələ tapmamışam. Özümü tapan kimi onu bərk-bərk qucaqlayıb, o üzündən, bu üzündən keçidəcəm yuxarı başa. gözəl cavabdır.
insan kamilliyə yetişmək üçün Kamil olmaq üçün, kamilliyə can atan insan cahil insandır. Kamil bir göydəki Allahdır. Kamil insan yer üzündə heç vaxt olmayıb, olmayacaq da. Ən az ona görə ki, ən alçaq bir adamın elə çox möhtəşəm, yaxşı bir xasiyyəti var və ən yaxşı adamın çox möhtəşəm, alçaq bir xasiyyəti var. Böyle mənim özümə də. maraqlı cavabdır. Və gəncliyə istəyirəm məsləhət verəsiniz. Bu həm də sizin bir sitat da ola bilər. Yəni yeni gələn gənc nəsilə məsləhətlər. Məsləhət məsələsi belədir də. Mən ömür boyu, ömür boyu məsləhət almışam deyil, məsləhət verməyə vaxtım olmuyor. İndi də məsləhət verməkdən uzağam. Ən az ona görə ki, sözümü çöldən tapmamışam. Şimdi indi məsləhətə qulaq asın. Maraqlıdır. Ömür nədir? Ömür bəxtində insan iki dəfə xoşbaxt olur. Bir doğulanda, bir də o ölüm. Bəs ölüm nədir? Ölüm böyük xoşbəxtlikdir, böyük şərəfdir. Doğub, ölüm bilsən, ölüm həyatdan çox-çox güclüdür. Ha, mənim aləmimdə. Mənim fikrimi soruşsan da. Bəli. Çünki həyat başda yağa problemlər, bax dur, Mərdəkəndən otu gəl, səni də bura buraxmasınlar, nədir vasi. Ölüm bütün bu problemlərin hamısını bir an içində həll edir. Həll edir. Belə bir fikir var ki, yaxşı hesab etdiyiniz insanların çoxu əlinə fürsət keçməyən pislərdir. Yəni məqamı gəlsə onlar pislik edə bilərlər. Onu mən də oxudum hardasa. Bəli, bir türk müəllif. Hə, o fikirlə mən razı deyiləm. O qədər mənim ətrafımdakı dostlarım, mənim ürəkdən salam verib salam aldığım dostlarım, tanışlarım haqqında kim o qərara gəlsə, o söz desə, mən öz hərəkətimə cavab etdirirəm. Maraqlıdır. Seyran müəllim, o qədər söhbətlərimiz gözəl alındı. Hətta özünüz də görürsünüz ki, suallarla çoxunu verəmədim. Çünki xeyli danışdıq maşallah. Gələcəkdə qismət olar, bir də çəkərik. Düzdür, Seyran müəllim, buna... Yox, gələcəkdə... Biz gələnəkdə oluruq. Bu dəfə gətirdiyiniz kimi gətirsəniz, gəlmərəm. Bəli, biz ünsiyyətdə oluruq. Telefonla tez-tez danışırıq. Seyran müəllim, həm məndən, həm mənim qardaşımla. Bizim söhbətlərimiz çoxdur həmişə. Və istəyirəm ki, sonda bizə hədiyyə etmə məsələsi var, bu ritualdır. Mən sizə deməli, burada bu yaxınlarda təqdimat mərasimi keçirilmiş Ətaya Əliyeva haqqında, Ramiz Həsənoğlu'nun anası haqqında olan kitabı hədiyyə edirəm. Bu bir kitabımdır. Allah rəhmət eləsin. Bəli. Bu mənim anam kimidir, sevirdim bunu. Hətta onun haqqında bir burada mənim yazım olmalıdır, 4 yol ayrıcında 73'də yazmışam. Bəli. Və növbəti, bu mənim ilk kitabımdır, müəllifi olduğum kitabdır. Ənvər Həsənov haqqında xatirələrdir. İndi mən bunu silsilə yazıram, başqa aktyorlar haqqında. Bu Ənvər mənim haqqındadır. Allah ona şəfa versin. Amin. Amin deyək. Və üçüncü hədiyyəm də belə bir hədiyyədir ki... Konvert yoxdur, konvert. Konvert deyil, amma bu simvoldur. Seyran Səxavət mən bilirəm ki, uzun zaman qəlyan çəkib, amma indi bilmirəm. Mən istədim ki, ona belə bir, məndən gələcək, belə bir qəşəng bir qəlyan qalsın. Çox sağ ol, İnanırsan, mən İsfahandan, İrandan aldığım qəlyanın eynidir. Oxşur ona. Oxşurluğu eynidir demək olar ki. Nə maraqlı. Bəh. Mənim elə kitabın üstə şəkilim də bu qəlyanın üzərdədir. Bunun arxasında deyəsən, deyil? Hə, həmən oğlan, bax həmən o qəlyan. Bu belə. İndi mən də sənəsə verməliyəm. Bəli, Seyran müəllim də mənə öz hədiyyəsini təqdim edir və təbii ki, yazıcı kitabını ərmağan eləyəcək. Bir stəkan hava. Oxumuşam. Hə, mən də bunu sana. Varım verən utanmaz. Bizim də kitabımız olur da, bu kitab bağışlayırıq. Çox sağ olun Seyran müəllim, çox gözəl hədiyyədir. Sən çox sağ ol ki, kitabı hədiyyə kimi məndən qəbul edirsən. İnanın ki, indi kiməsə kitab hədiyyə eləməyə adam ürəyə gəlmir. Qorxur ki, Üzün turşudur. turlayalar ki, bu nə də başına hədiyyə gəldi. Mənim üçün dəyərlidir. Seyran mənim özümün deməli hədiyyəsi və burada səhv etmirəmsə bu kitabdadır. Orada da bax o iki maraqlı fikir var. Oğlan iş otağında olanda
anasının və atasının baş daşı gəlir. Həmin otağa gəlir, otağa gəlir və orada nəsə bundan söhbətlər olur. Çox düz deyirsən. Burada da deyirsən. Bu biraz, sən nə mənada, başqa mənada demirəm, əstəğfurullah. Bu biraz qeyri-adi, ənənəvi nəslimizin nümunəsi deyil bu. Fərqlidir. Hətta bir Yahudi xanım var, Helena Gessen. Bu əsəri rusca oxumuşdu. Gedib Polşanın Tu Teraz qəzetində mənim haqqımda, bunun haqqında böyük bir məqalə yazmışdı. Məqalə indi incəsənət arxivində, orada təhvil vermişəm, yəni çox şey o da var orada. Tu Teraz qəzetində. Adı belə idi, Kartasar iz Baku. Kartasar məşhur yazıcı. Bəli, bilirəm. Bakının Kartasarı. Burada məsələn, belə biraz, məsələn, ta ki göz yaşları düşür. Məsələn, Pola ağlayır da xanım. O bəy də orada yeriyəndə o göz yaşları, o yumru şariklər deyirlər. Onun kimi belə bir təkər kimi onu yıxır. Belə biraz ayrıca. Çox maraqlı, bəli. Biraz ayrıca. Maraqlı yanaşmadır. Selam mənim, çox sağ olun. Allah sizə can sağlığı versin. Həmişə bax belə bizim ətrafımızda. Özəl mən onu qeyd edeyim ki, Seyran müəllim, bəzi adamlar deyir ki, gənclərlə problemləri olur, amma gənclərlə çox yaxşı dostluq eləməyə bacarır. Bunun da bir sübutu burada və bizik. Çünki qocalar əlində qalmayıb, hamısı gedib. İndi bir 3-4 dənə babat uşaq var, onun bir dəsə demirəm, ay alasan, babat. Babata da şükür eləyirəm. Çalışaq əla olar. Seyran, çox sağ olun. Xoş oldun. Sağ olun. Sən çox sağ ol ki, dəvət edirsən. Sənin bu şəxsi əşyalar layihəm. Şəxsi əşyalar layihəsinə baxıram. Maraqla baxıram, elə belə demirəm. Çünki maraqlı adamlar tapırsan. Elə biri mənim özüm, babat maraqlı adamam da. Yəni maraqlı adamlar tapırsan, bu verilişdə gözümdə var idi. Sağ ol ki, dəvət edədin. Xoş oldu.